Alacağım. Oyunda silirləndi. Hoş gördünüz futbol severler. CBC Sport tamaşaçılarını İsmet Qayıbov adlı Bakıxanov qəsəbə stadionundan salamlayırıq. Və bir qədər sonra 8-ci turun mərkəzi qarşılaşmalarından birinə sizi bizimlə birlikdə baxmağa dəvət edirik, hörmətli futbol severlər. Ölkə ən adlı sanlı komandalarından biri, ölkə futbolunun flaqmanı Neftçi Qəbələni qəbul edir. Həmin o Qəbələnidir ki, uğurla ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edir. Bu maç 8-ci turun maraqla gözlənilən mərkəzi qarşılaşmalarından biridir. Hazırda Neftçi komandası turnir cədvəlində 6 xalla üzr istəyirəm 6-cı yeri tutur. Daha doğrusu 9 xalla 6-cı yeri tutur. Qəbələyə gəlincə isə ölkə çempionu və ölkə kubokunun hazırki sahibi olan Qarabağı təqib edən Qəbələ 16 xal toplayıb 7 oyuna və bu göstərici ilə komanda ikinci yerdə gedir. Hər iki komandanın azarkeşlərini biz görürük. Hər ikisinə bu oyunda uğurlar arzulayırıq. Havanın soyuq olmasına baxmayaraq, bəli artıq getdikcə havalar soyuğa doğru gedir. İnanırıq ki, bugün komandaların meydanda göstərdiyi mübarizə o qədər də çoxlu sayda olmayan bu azarkeşləri isidəcək və biz də hörmətli futbol sevərlər CBC Sport vasitəsilə bu oyunu izləyən tamaşaçılarımız bu oyundan zövq ala biləcək. Belə ki, həqiqətən də Neftçi və Qəbələ son illər ərzində Azərbaycan çempionatında artıq əsas qüvvələrdən birinə çevrilən bu mövsüm isə 10 yaşını qeyd edəcək. Qəbələ çox iddialıdır. Komanda həm Avropa Liqasında öz çıxışlarıyla azarkeşlərini sevindirir, həm də çempionatda da yüksək nəticələr uğrunda mübarizə aparır. Bunu artıq ilk oyunlardan, ilk turlardan biz görə bildik. Neftçiyə gəlincə isə ölkə futbolunun flaqmanı, adlı sanlı komandalarımızdan biri olan bu kollektiv hər il olduğu kimi bu ildə söz yox ki, yüksək nəticələr uğrunda mübarizə aparacaq. Amma unutmayaq ki, Neftçinin heyətində həm rəhbər strukturunda, həm də məşqçi heyətində dəyişikliklər olub və bu dəyişikliklər baş verəndən sonra komandanın azarkeşləri səbirsizlə gözləyirlər ki, yenidən Neftçi çempion uğrunda yarışa qatılsın. Hələ ki, komandanın tutduğu mövqe təbii ki, azarkeşləri sevindirmir, lakin gələcəyə onlar ümidlə baxırlar. Yeri gəlmişkən bu oyun Neftçi üçün bir ilk olacaq. Belə ki, komandanın formalarını biz görəndə bu barədə ətraflı məlumat veriləcək sizə mən tərəfindən, hörmətli futbol sevərlər. Azarkeşlər elə ki çox deyirlər, amma mən görürəm ki, getdikcə yavaş-yavaş onların sayı artmaqdadır. Belə ki, Bakıxanov qəsəbə stadionu olduqca yaxşı yerdə yerləşir. Yəni, o baxımdan ki, burada yaşayış binaları kifayət qədər çoxdur və düşünürəm ki, Neftçi sevərlər indi dəqiqələr ötdükcə, oyuna yaxınlaşdıqca öz yerlərini arenada tutacaqlar. Qəbələyə gəlincə isə Qəbələnin burada az saylı azarkeşləri var. Onlar hazırda mənim izlədiyim qapıdan sağda, qapının arxasında yer tutublar. Böyük bir bayraqla Qəbələnin logosu olan bir bayraq da gətiriblər. Hazırda o azarkeşləri gördük biz. Heyətlərə gəlincə bir qədər sonra heyətlərlə sizləri tanış edəcəm. Deyə bilərik ki, hər iki komanda əsas heyətlə bu oyuna çıxıblar. Yalnız qeyd olunduğu kimi ehtimallar görünür özünü doğrultdu. Qəbələnin, Neftçinin aparıcı hücumçusu qısa zaman ərzində çempionatımızın ən sayılıb seçilən oyuncularından birinə, hətta mən deyərdim ki, çevrilən İspan hücumçu Anyeta bu oyunu Neftçidə buraxacaq. Bu da qeyd edək ki, bilinirdi. Belə ki, Anyeta zədələnmişdi məşqlərin birində və ehtimal olunurdu ki, hətta oyunun başlamasına bir saat ərzində belə onun meydana çıxıb-çıxmayacağı məlum olacaq və görünür, nə qədər çalışsalar da Neftçi futbol komandasının həkimləri futbolçunu vaxtında
sağlamlığındakı problemi aradan qaldıra bilmədilər və Anyeta bugün meydanda olmayacaq. Qəbələyə gəlincə isə Qəbələnin heyətində qeyd edək ki, əlamətdar bir gün olacaq. Belə ki, bugün komandanın kapitanı, komandanın son zamanlar böyük uğurlar əldə etməsində böyük pay sahibi olan bir şəxs, mən Braziliyalı Luis Hilario Dodonu nəzərdə tuturam. Bugün ad gününü qeyd edir. Onu da qeyd edək ki, onun 28 yaşı qeyd olur, tamam olur, üzr istəyirəm və düşünürəm ki, komanda kapitanına ən gözəl hədiyyə edə bilər ki, bu oyunda qələbə qazansalar. Dodo üçün mənə gəlir ki, bundan gözəl hədiyyə ola bilməz. Bəli, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqda Dodonun əməyi çox böyük oldu. Xatırlayırsınızsa, Afinada Panathinaikosun qapısında 2 dəfə yol tapdı. Bundan başqa qrup mərhələsində də onun oyunu çox diqqətləri çəkir. Hətta Qəbələnin rəqibləri də bu futbolçunu qeyd edirlər. Məsələn, Krasnodarla görüşdə biz izləyərkən həmkarlarımız, Rusiyalı həmkarlarımız tərəfindən Dodonun adı bir yox, bir neçə dəfə qeyd olunmuşdu, yaxşı mənada vurğulanırdı. Bugün Dodonun ad günüdür. Görək Qəbələ Dodoya Neftçi ilə görüşdə gözəl bir hədiyyə edə biləcəkmi? Neftçiyə gəlincə isə Neftçi öz azarkeşlərini sevindirməlidir. Doğma meydanda komanda çempionluq uğrunda mübarizə aparacağı əsas rəqiblərdən birini qəbul edir. Bu artıq dəqiqdir. Belə ki, Qəbələ həm heyət baxımından, həm göstərdiyi oyun baxımından, həm hazırki məşqçisinin gördüyü işlər baxımından sözsüz ki, çempionluq uğrunda əsas rəqiblərdən biridir. Neftçi üçün, Neftçi hazırda bir daha qeyd edək ki, 6-cı yerdə gedir. Komandanın 9 xalı var, vurulan topların sayı 7-dir, buraxılan topların sayı da eyni rəqəmi göstərir. Komanda problemlər var, amma getdikcə bu problemlər aradan qalxmalıdır. Əsas ona görə ki, komanda rəhbərliyi, klub rəhbərliyi, komandanın baş məşqçisi Samir Əliyeva etibar edir və bunu bir neçə dəfədə baxmayaraq ki, son zamanlar uğursuzlu nəticələr qeydə alınırdı Neftçidə. Onu dəstəkləyirlər, şans verirlər. Samir Əliyev çox gənc bir mütəxəssisdir və inanmaq istərdi ki, hazırda mən Samir Əliyevi görürəm, tələsmədən texniki zonaya yaxınlaşır, öz yerini tutacaq. Gülümsüyür. Maraqlıdır görəsən, maçdan sonra onun üzündə bu təbəssüm olacaq. Yoxsa necə? Bunu təbii ki, 90 dəqiqənin sonunda biz biləcəyik. Olduqca maraqlı bir qarşılaşma bizi gözləyir. Yeri gəlmişkən qeyd edim ki, 8-ci tura ötən gün start verildi və Rəvan Kəpəz görüşü ilə tur başlandı. Bu oyunda Kəpəz mövsümdə ilk dəfə səfərdə qələbəsini bayram etdi. Bunu da qeyd etməliyik. 2-0 hesabı ilə qazanılan qələbə sayəsində Kəpəz bu uğura imza atmış oldu. Bugün daha iki görüş keçiriləcək. Hər ikisi olduqca böyük maraq doğurur azarkeşlər arasında, futbol ictimaiyyəti arasında. Bu oyunlar Neftçi Qəbələ bir qədər sonra startı veriləcək. Bu maçdan savayı bugün daha bir maraqlı qarşılaşma keçirir. Ölkəmizi Avropa Liqasında təmsil edən digər bir komandamız, ölkə çempionumuz, ölkə kubokunun hazırki sahibi Ağdamın Qarabağ klubu doğma meydanda səsküylü debutant Zirəni qəbul edəcək. Niyə səsküylü? Çünki Zirə çempionatımıza daxil olar-olmaz artıq özü haqqında hamını danışmağa vadar etdi. İlk turlardan gözəl, məzmunlu oyun, toplanan xallar və nəticədə turnir cədvəlindəki mövqe 3-cü yer kim Zirədən gözlərdi ki, 8 turdan sonra komanda 3-cü yerdə məskunlaşacaq. Təbii ki, bu bizi sevindirir. İstərdik ki, çempionatımızda bax bu cür komandanın sayı artsın. Debütantı izləmək çox maraqlıdır. Qarabağ Zirə qarşılaşması da CBC Sportun canlı efirində sizlərə təqdim olunacaq, hörmətli futbol sevərlər. Söz verdi, oktyabr ayının axırına kimi bu problemi həll edəcək. Texniki ləvazimatımız artıq var və bu turdan etibarən deyə bilərik ki, növbəti turlarda bütün oyunları sizə göstərə biləcək. Beləliklə, bu mövsümdən etibarən Azərbaycan futbolunun Topaz Premyer Liqasının Azərbaycan çempionatının ekskluziv yayım hüququnu əldə edən CBC Sport Azərbaycanda bir çox ilklərə imza atır və bu turdan etibarən deyə bilərik ki, yeni telerekord da qeydə alındı Azərbaycan teleməkanında. Belə ki, ilk dəfə 5 oyunu təqdim edə bilirik
Azərbaycanda və bu ilkə CBC Sport imza atmış olur. Beləliklə artıq oyunun başlamasına hər şey hazırdır. Yerinizi bir qədər də rahatlayın və gəlin bu oyuna baxaq, birgə izləyək və bu oyundan zövq alaq. Neftçi Qəbələni qəbul edir. Komandalar niyyətləri ilə gəlin tanış olaq və başlayaq meydan sahibi Neftçidən. Beləliklə qapıda 1 Aqil Məmmədov, 4 Rahil Məmmədov, 3 Jairo Rodriguez, 6 Ferrara Silva Aylton, 11 Ruslan Qurbanov, 14 Məhəmməd Qurbanov, 15 Eris Fabian Ramos, 17 Rəhman Hacıyev, 18 Kao Cecilio Dossina, 21 Samir Məsimov, 27 Məqsəd İsayev. Komandanın baş məşqçisi Samir Əliyevdir, komandanın kapitanı, komandanın qapçısı Aqil Məmmədovdur. Qonaq Qəbələ komandasının start 11-liyi ilə gəlin tanış olaq. Qapıda Dmitri Bizatosny, nömrə 22, meydan oyuncuları 3 Vayslav Stankoviç, 4 Elvin Camalov, 9 Sergey Zinyov, 10 Luis Hilario Dodo, 19 Aleksey Qay, 21 Arif Daşdemirov, 32 Fakunda Pereira, 34 Ürfan Abbasov, 66 Samir Zərgərov, 87 Ruslan Abışov. Komandanın baş məşqçisi Ukraynalı mütəxəssis Roman Qriqorçukdur. Komandanın kapitanı bugün 28 yaşını qeyd edən Luis Hilario Dodo'dur. Oyunun baş hakimi ilə sizi təqdim etmək, baş hakimlə sizi tanış etmək istərdim daha doğrusu. Bu Rəhim Həsənovdur. Diqqətlər ona yönəlir və onun start işarəsi gəlir. Neftçi Qəbələ maçı başlanır. Hər iki komandaya bir daha uğurlar arzu edirik. Rəhim Həsənovun köməkçilərinə gəlincə, yan xət hakimləri Namiq Hüseynovdur və Akif Əmrəli, ehtiyat hakim isə Rəvan Həmzəzadədir. Maç başlandı və ilk hücum Neftçidən gələcək maraqlıdır. Anyetanın yoxluğunda Neftçi bu oyunda, hücumda nə ilə yadda qalacaq? Bax, bunu görmək, bunu izləmək çox maraqlıdır. Dodonu bizə göstərirlər. Qəbələ indi topladı. Qonaq komanda tələsmədən öz hücumunu qurmağa çalışacaq. İrəliyə uzun bir ötürmə sağ cinahla qonaqların hücumu davam edir. Aldadıcı hərəkətlər Dodo'dan, amma burada onun qarşısını Neftçi komandasının müdafiəçiləri etiraf edir ki, çətinliklə də olsa ala bildilər. Meydanın indi mərkəzində topunda mübarizə gedirdi və bu mübarizədən Qəbələ komandası qalib ayrılır. Ruslan Abışovu biz görürük. Yeri gəlmişkən Ruslan Abışov yığma komandamızı da cəlb olunur. İtaliya komandası ilə seçmə mərhələsinin oyununda heyətə dəvət almışdı, amma meydana çıxa bilməmişdi. Baxmayaraq ki, oktyabrın onun doğum günü idi, amma nə edək, məşqçinin Robert Prosinechkinin etibarını qazanmaq üçün təbii ki, məşqlərdə özünü göstərməlisən. Lakin bir məqamı qeyd etmək istərdim ki, həmin oyunda rəsmən Rəşad Sadıqov yığma komandamızın kapitanı milli komandamızda heyətdə 100-cü oyununu keçirmişdi və oyundan sonra mətbuat konferansında Rəşad Sadıqov bildirmişdi ki, artıq bu seçmə mərhələ bitsin və o gedişi haqqında, yığma komanda beynəlxalq karyerasını son qoymaq haqqında düşünəcək. Artıq seçmə mərhələ başa çatıb, hər hansı bir dəqiq məlumat yoxdur, amma dəqiq o oldu ki, Rəşad Sadıqov bunu da qeyd elədi. Robert Prosinechki də həmçinin dolayısıyla yolla bunu jurnalistlərə bildirdi ki, dəqiq söyləməsə də bunu, açıq şəkildə deməsə də, amma söylədiyindən bu belə başa düşünüldü ki, Rəşad Sadıqovun yoxluğunda əgər Rəşad Sadıqov yığma komandaya vidalaşsa, o zaman onun yerini milli komandamızın heyətində Ruslan Abışov tutacaq. Bax, belə odur ki, Ruslan Abışovu Qəbələnin mərkəz müdafiəçisi rolunda izləmək çox maraqlıdır. Ümumiyyətlə, universal bir futbolçudur. Həm müdafiənin mərkəzində oynaya bilir, həm dayaq yarım müdafiəçisi funksiyasını yerinə yetirər. İstənilən halda zənnimcə hətta cinahda da oynatmaq olar Ruslan Abışovu. Təbii ki, belə futbolçular çox nadir hallarda olurlar. Amma Ruslan Abışov təbii ki, biz istərdik ki, öz etibarlı oyunuyla ən əsası elə müdafiənin mərkəzində yadda qalsın və gəlin görək Neftçi ilə oyun onun üçün nə ilə yadda qalacaq. Neftçi haqqında danışarkən biz qeyd eləməliyik tək Anyetanın deyil, eləcə də komandanın kapitanı Araz Abdullayevin də yoxluğu. Komandanın kapitanı, kapitan sarğısıdır komandada bugün qapçı Aqil Məmmədov daşıyır.
Və bu da bəs yerə deyil. Belə ki, Neftçi komandasının azarkeşləri dərhal soruşa bilərlər. Nə olub Araz Abdullayeva? Sadəcə zədəsini elə tam sağalmayıb Araz Abdullayev. Bu səbəbdən də yığma komandanın da oyunlarına cəlb olunmadı. Allahdan şəfaat eləyirik və tez bir zamanda istedadlı futbolçumuzun yenidən meydana qayıtmasını arzulayırıq. Hələlik isə Neftçi sözün əsl mənasında bugün hücumda iki əsas oyuncusu olmadan Qəbələ ilə mübarizə aparmalıdır. Araz Abdullayevin yoxluğu, Anyetanın yoxluğu sözsüz ki, bir qədər Qəbələ komandasının müdafiəçilərini sakitləşdirə bilər. Amma unutmaq lazım deyil ki, Neftçi niyyətində istənilən futbolçu təhlükə mənbəyi sayılmalıdır. Ruslan Qurbanov da burada var və onun da oyunu izləmək çox maraqlı olacaq. Son zamanlar adı bir o qədər də sevindirici xəbərlərdə yayılmamışdır Ruslan Qurbanovun. Deyilənlərə görə müxtəlif qalmaqallı xəbərlərdə onun adına rast gələ bilərdik. Amma klub rəsmilərinin dediyinə görə bütün bunlar şairlərdir. Ruslan Qurbanov hər hansı bir kobud nizam-intizam qaydalarının pozuntusuyla yadda qalmayıb. Biz də bunu belə olmasını istərdik. Bu təbiidir. Ruslan Qurbanov yığma komandamıza cəlb olunan bir futbolçudur və indi Neftçinin hücumunu gəlin izləyək. Sol cinanla bu hücum inkişaf edir. Qısa ötürmələrlə müdafiənin rəqibini yarmağa çalışırlar meydan sahibləri, amma biz görürük ki, çox gözəl bir şəkildə Qəbələ pressing tətbiq edir və məcbur edir ki, Neftçi komandasının oyuncuları hücum qurarkən tez-tez topu geriyə göndərsinlər. Daha bir cəhət bu dəfə də uğursuz alınır və top qapı xəttindən meydanı tərk edir. Autu Qəbələnin heyətində Arif Daşdəmirov yerinə yetirəcək. Yeri gəlmişkən o da yığma komandamızın futbolçusudur. Vojislav Stankoviç. Avropa Liqasından danışarkən onu bildirməliyəm ki, Qəbələnin növbəti rəqibi Avropanın ən ulduz komandalarından biri, Avropanın ən məhsuldar komandası hazırki vəziyyətdə Borussia Dortmund olacaq və Borussia Dortmundu Qəbələ Bakıda qəbul etməlidir. Uğurlar arzulayırıq Borussiya bu maçda. Təbii ki, bu çox çətin olacaq. Daha doğrusu, üzr istəyirəm, uğurlar arzulayırıq Qəbələyə Borussia Dortmundda oyunda. Çox çətin olacaq. Amma hər halda düşünürük ki, Qəbələ buna qədər keçirdiyi oyunlardakı kimi gözəl, məzmunlu bir futbol nümayiş etdirəcək və öz azarkeşlərini sevindirəcək. Zədəli futbolçu var indi. Neftçinin həkimləri meydana daxil olurlar və zədələnən oyuncu, səhv etmirəmsə, Rəhman Hacıyevdir. Gənc futbolçumuz zədəlidir və görünür zədəsi çox ağırdır. Hər halda səhv olduğumu bilmək istəyərdim, bir qədər səbir edək. Amma yox, ayağa qalxacaq Rəhman Hacıyev, özü ayağa qalxır. Düşünürəm ki, oyunu davam edə biləcək. Unutmayaq ki, artıq hava da soyuqdur. Soyuq havada bu cür xəsarət alarkən futbolçular ağrı hissi daha çox olur və bir qədər vaxt tələb olunur ki, həmin o ağrı hissi keçsin, sonradansa futbolçu tam normal şəkildə oyununu davam etsin. Həlli həkimlərin köməyi ilə özü meydanı tərk edir gənc Rəhman Hacıyev. Neftçi isə onun yoxluğunda cərimə zərbəsini yerinə yetirməlidir. Qapıya kifayət qədər böyük məsafə olsa da 3 nəfərdən ibarət canlı sədd qurulub Qəbələ futbolçuları tərəfindən. Topun arxasında Neftçidə Braziliyalı Ailton'dur, səhv etmirəmsə, hakimli işarəsi gəlir, qapıya zərbə, top canlı səddə olan futbolçulara deyərək geri dönür. Ailton'un zərbəsi idi bu və indi Qəbələnin əks hücumu ola bilərdi, amma alınmadı. Facundo Pereira, səhv etmirəmsə, burada rəqibdə aldatmağa çalışdı, amma onun qarşısını kəsdilər. Hər halda top Qəbələ komandasının oyuncularında qaldı. Rəhman Hacıyev artıq meydana qayıdıb, komandalar bərabər heyətlə mübarizəni bir-birlərlə davam edirlər. Ruslan Abışov çox gözəl bir şəkildə topu qazanır və sağ cinahda boş mövqedə olan komanda yoldaşını görür.
Samir Zərgərovdur, bu səhv etmirəmsə, xeyr, bu Zinyovdur. Zinyov topu sol cinaha Ürfan Abbasova göndərir. Cərimə meydançasından top göndərilir. Qapıya zərbə olacaqmı? Son anda Kaue topu təhlükəli mövqedən uzaqlaşdırır. Amma Qəbələ topa elə ki nəzarət edəcək. Həm Roman Qriqorçuk, həm Samir Əliyev bu oyunu ayaq üstə izləyirlər. Onu da qeyd etmək istərdim. Zinyov indi topa çata bilmir və qüvvətli zərbə ilə topu irəliyə göndərir Neftçi komandasının müdafiəçisi. Səhv etmirəmsə, bu Jairo Rodriguez idi. Stankoviclə tələsmədən qonaqlar indi öz hücumlarını qurmağa çalışacaqlar. Samir Zərgərovdan gözəl bir hərəkət. Topu özündə saxlaya bildi Samir Zərgərov, amma bunu Zinyov haqqında deyə bilmərik. Sadə bir vəziyyətdə səliqəsizliyə topun qəbulunda yol verdi Zinyov və bu səbəbdən də topu itirdi. Ramos. İndi meydanın mərkəzi yaxınlığında mübarizə gedirdi top uğrunda və sonda topu biz görürük ki, Qəbələ futbolçuları qazanırlar. Samir Zərgərov, Aleksey Qay, Zərgərov topu geriyə göndərir qapçı Dmitri Bizatosniyə. Əsasən sağ cinalla bu dəqiqələrdə Qəbələ öz hücumlarını qurmağa çalışır. Burada Samir Zərgərov və Arif Daşdəmirov ikilisi var. Biri müdafiəçidir, amma hücumlarda fəal şəkildə iştirak etməyi xoşlayan, sevən bir müdafiəçidir. Digəri isə yarım müdafiəçidir. Samir Zərgərovun hansı sürətə malik olduğunu və həmişə istəkli mübarizələrdə olmasını qeyd edə bilərik və görürük ki, məhz bu ikili hazırda bu dəqiqələrdə Neftçinin müdafiəsinə təhlükə yaradır. Neftçiyə gəlincə isə Neftçi hələ ki bir o qədər də xoş təsir bağışlamır. Komanda əsasən müdafiədən hücuma keçərkən açıq-aşkar problemlərlə qarşılaşır. Bunu biz qeyd etməliyik. Və reportajımızın lap əvvəlində bildirmişdik ki, hörmətli futbol sevərlər, Neftçi üçün bu oyun bir ilkdir. Belə ki, birinci dəfə komanda bu barədə bir qədər sonra indi Qəbələnin təhlükəli hücumu var idi. Oyundan kənar vəziyyətin olduğunu zənnimcə düşünürdü burada Qəbələ komandasının oyuncusu Fakunda Pereira. Amma Yanxət hakiminin havası, üzr istəyirəm, Yanxət hakiminin bayrağı havada deyildi. Bu isə o deməkdir ki, oyunu davam etmək lazım idi. Pereira sadəcə buna inanmadı. Və belə olan halda olduqca gözəl, əlverişli bir vəziyyəti boşa verdi. Topu qəbul edib artıq qapıya zərbə də vurmaq olardı. Zərbələrə gəlincə qapıya hər hansı bir təhlükəli zərbənin qapı istiqamətində hər hansı bir təhlükəli zərbə hələ ki endirilməyib. Əsasən mübarizə meydanın mərkəzində gedir. Bax, bunu biz qeyd edə bilərik. Ötən gün Neftçi Peşkar Futbol Klubu ilə Asan Xidmət arasında yeni müqavilə imzalandı və bu müqaviləyə əsasən qapıya zərbə indirilir. Dmitri Bizatosni topu tutur. Erik Ramos bu zərbəni yerinə yetirmişdi Neftçi niyyətində. Və bundan sonra Neftçi Futbol Klubunun formasının üzərində Asan Xidmətin biz reklamını görə bilərik. Neftçinin yeni titul sponsoru var. Bu əməkdaşlıq inanırıq ki, hər iki tərəfə uğur gətirəcək. Asan Xidmət həyatımızın bir çox sahələrində həyatımızı asan edən bu qurum maraqlıdır görəsən Neftçinin çempionatdakı yolunu asan edə biləcəkmi? Düşünürük ki, hər halda bunu vaxt göstərəcək. Ancaq bir daha Neftçi azarkeşlərini və klubu yeni müqavilə ilə təbrik etmək istərdik. Və görək ilk oyunda yeni titullu sponsorla Neftçi hansı nəticə qazanacaq. Hələ ki görüşdə 13-cü dəqiqə gedir. Neftçi Qəbələ oyununda qol yoxdur, hesab 0-0'dır. Kaua irəliləyir. 3 futbolçunu keçir və qapıya gözəl bir zərbə indirir Dmitri Bizatosni. Mən deyərdim ki, barmaqlarının ucu ilə bu topu qaytarır. Kaua da Silva bu zərbəni yerinə yetirən futbolçu olur Neftçidə. Kaua Cecilio da Sina, daha doğrusu bax belə tam adı və soyadı futbolçunun
Braziliyalı futbolçunun belədir. Künc zərbəsinin digərini yetirəcək meydan sahibləri. Səhv etmirəmsə bu oyunda ilk künc zərbəsidir. Görüşdə artıq 14-cü dəqiqə gedir. Bunu da qeyd etmək yerinə düşərdi. Böyük qüvvə ilə indi Neftçi hücumdadır. Qapı qarşısına ötürmə edilir. Qapıya zərbə olacaqmı? Olur, amma bu zərbə dəqiq alınmır. Top bir xeyli qapının üstündən keçərək meydanı tərk edir və yalnız indi Qəbələ komandasının müdafiəçiləri bir qədər rahat nəfəs ala bilərlər. Dmitri Bizatoslu qapçı vuruşu ilə topu oyuna daxil edir və Ruslan Abışovla oynayır. Zinyov Ürfan Abbasovdan qeyri dəqiq götürmə. Rahil Məmmədov. Top Neftçidədir. İrəliyə uzun bir ötürmə, ünvansız bir ötürmə olur. Burada Stankoviçdən başqa özür istəyirəm, heç bir kəsi yoxdur və Qəbələnin mərkəz müdafiəçisi rahat bir şəkildə topu qəbul edir. Ervin Camalov, Ruslan Abışov, Ürfan Abbasov. Gözəl ötürmələr Qəbələdən Dodo ilə qonaq komandanın hücumu davam edəcək. Solcun atan Dodo rəqibini aldadır və qapı qarşısında ötürməsini edir. Burada müdafiəçilər dəqiq oynamalıdırlar və belə də olur. Əksərlərdə Samir Zərgərov artıq topa başla zərbə indirməyə hazır idi. Qayda pozuntusu burada qeydə alınır. Səhv etmirəmsə Samir Məsimova qarşı qaydanı pozmuşdular Qəbələli futbolçular. Samir Məsimova biz görürük. Bu isə Roman Qriqorçukdur. Onunla da bağlı son günlər maraqlı bir xəbərlər eşidilir və deyilənə görə ola bilər ki, Roman Qriqorçukun Qəbəldən sonra növbəti iş yeri Ukrayna yığma komandası olsun. CBC Sport öz xəbər buraxışlarında bu barədə ətraflı məlumat vermişdi. Hətta Roman Qriqorçukun bizə olan ekskluziv telefon müsahibəsində təqdim etmişdi, amma həmin müsahibədə məşqçi bu xəbəri nə təsdiq elədi, nə də təqsib, sadəcə hər hansı bir şərh verməkdən çəkindi və onu biz başa düşməsini xahiş etdi. Bizim başa düşməsini xahiş etdi. Hər hansı bir şərh verməyəcəm. Sadəcə düşünürəm ki, məni başa düşərsiniz. Mən bu barədə danışmaq istəmirəm. Roman Qriqorçukun CBC Sporta verdiyi ekskluziv telefon müsahibəsində bax, bu sözlər işlədildi. Amma sevindirici odur ki, mənə elə gəlir ki, siz də hörmətli azarkeşlər mənimlə razılaşarsınız. Azərbaycan futbolunu sevən hər bir kəs üçün bu gözəl bir xəbərdir. Artıq bizim çempionatda çıxış edən, bizim çempionatda mübarizə aparan bir mütəxəssislə Ukrayna yığma komandasını, Ukrayna Federasiyası maraqlanır. Yəni, bu o deməkdir ki, bizim çempionat izlənilir, bizim çempionatın uğurları, bizim çempionatda baş verən proseslər nəzərdədir. Bu da təbii ki, çempionatımızın artan gücündən və səviyyəsindən xəbər verir. Kao indi Neftçinin hücumunu davam edir. Samir Məsimov cərimə meydançasına daxil olur, ötürmə edəcəkmi edir, amma bu ötürmə cəhdi uğursuz alınır. Çünki Ürfan Abbasov ötürmənin qarşısını alır, amma top elə ki Neftçi futbolçularında qalır. Daha bir cəhd topu qapı qarşısına göndərmək üçün Neftçidə alınmır. Lakin meydan sahibləri təslim olmurlar və bu hücum elə də davam edir. Ramos'un zərbəsi yerilə. Biz bilirik ki, Erik Ramos çox qüvvətli zərbələrə malikdir. Qarabağla görüşdə də, derbidə hesabı açan məhz Erik Ramos olmuşdu. Təxminən bax, elə bu məsafədən indirdiyi zərbə, düzdür orada İbrahim Şeyh üçün də səhvi böyük rol oynadı. Amma hər halda Ramos'a zərbə vurmağa imkan yaratmaq olmaz. Zinyov indi out'u yerinə yetirməyə hazırlaşır. Sanki Ürfan Abbasovu gözləyirdi, amma yox. Out'u özü yerinə yetirdi. Elvin Camalov ötürmədə səliqəsiz oynayır və indi bunun nəticəsi kimi Ruslan Qurbanov topu ələ keçirir və Neftçinin təhlükəli əks hücumu başlayır. Qurbanov özü irəliləyir və dayanır. Amma Neftçinin hücumu dayanmır. Bir anlıq topu ələ keçirən Rəhman Hacıyev sanki irəliyə bilərdi, amma o da yaxşı oynamadı və nəticədə topu itirdi. Elə ki, heç cür Neftçinin hücumdakı oyunu alınmır. Eyni sözləri Qəbələ haqqında da söyləmiyorlar, amma unutmayaq ki, Qəbələ səfərdə oynayır və Qəbələ üçün zənnimcə bu dəqiqələrdə ən vacib olan odur ki, top buraxmamaq. Elvin Camalov dəqiq ötürmə edir.
Facundo Pereira sağ cinaha Samir Zərgərovla oynayır. Zərgərov topu qapı meydançasına göndərir, amma orada Dodo top uğrunda mübarizə aparsa da topu ələ keçirə bilmir. Ürfan Abbasov sonda bilərəkdən topu rəqib futbolçuya vurur. Belə olan halda top Qəbələdə qalır. Çox çətin bir vəziyyətdə idi Ürfan Abbasov və risk etmir. Ən doğru qərar zənnimcə burada verir. Out qazanır komandası üçün. Out yerinə yetirildi. Zinyov. Dodo. Yenidən Zinyov. Elvin Camalov oyundan kənarı vəziyyət yoxdur. Qapıya zərbə endirmiyorlar. Zərbə indirilir. Aleksey Qay tərəfindən qapçı Aqil Məmmədov topu tutur. Bir o qədər də qüvvətli zərbə deyildi, amma etiraf edək ki, görüşün 19-cu dəqiqəsində bu oyunda qapılar qarşısında yaradılan ilk və ən yadda qalan hücum oldu. Və bu hücumu Qəbələ komandası həyata keçirdi. Aleksey Qayın zərbəsi və Aqil Məmmədovun bu topu tutduğu an bir daha bizə təqdim olundu. Məhəmməd Qurbanov bugün Araz Abdullayev və Anyetanın yoxluğunda start heyətdə yer alıb Neftçidə, amma hələ ki o qədər də fəal deyil. Məhəmməd Qurbanov, baxmayaraq ki, o da yığma komandamıza dəvət olunan futbolçulardandır. Rəhim Həsənov indi qayda pozuntusu qeydə alır və Rəhman Hacıyeva bildirir ki, mənim işarəm fit səslənmədən cərimə zərbəsini yerinə yetirmə. Hakim bunu edir və ötürmə qapı qarşısına Rəhman Hacıyev tərəfindən gəlir. Müdafiəçilər topu uzaqlaşdırırlar. Samir Zərgərov indi topu qəbul etdi. Çox soğuqqanlı bir şəkildə bu cür pressingə rəğmən Qəbələ futbolçuları tələsmədən bu topu bax belə çıxarırlar, irəliyə göndərirlər. Facundo Pereira bu top uğrunda mübarizə aparır və hətta qapçı Aqil Məmmədova da pressing tətbiq edir. Nəticədə Aqil Məmmədov bu ötürməni dəqiq edə bilmir. Out. Ruslan Abışov. Elvin Camalov. Oyundan oyuna bu gənc futbolçu öz ustalıq səviyyəsini artırır desə düşünürəm yanılmarıq. İndi Zinyovdan gözəl hərəkətlər cərimə meydançasına daxil oldu. Facundo Pereira'nı gördü boş mövqedə. Onun zərbəsi dəqiq alınmır. Top yenidən Zinyova çatır. Alıcı hərəkətlər qapıya zərbə və azacıq top qapıdan aralı keçir. Olduqca gözəl bir imkanı Qəbələ boşa verir. Zinyov və Pereira'nın qurduğu bu hücum sonda Zinyovun qapıya endirilən zərbəsi ilə nəticələnir. Uzaq küncü dəqiq nişan ala bilmədi Zinyov, amma ardıcıl çox qısa bir zaman ərzində iki təhlükəli vəziyyət yarandı Neftçinin qapısı qarşısında. Düşünürəm ki, bu Samir Əliyevi narahat etməlidir və artıq hər hansı bir tədbir görmək lazımdır. Samir Əliyev dərhal ayağa qalxır. Hazırda mən görürəm texniki zonada əlləri cibində çox ciddi bir şəkildə bu oyunu izləyir və mənə elə gəlir ki, hazırda onun bu ciddiliyi məhz komandanın müdafiəçilərinin oynaması ilə bağlıdır. Belə ki, onların son 5-6 dəqiqə ərzində oynadığı, müdafiədə oynadığı o futbol təbii ki, razı sala bilməz Samir Əliyevə. Fikir verin. Belə ki, Qəbələ 2 dəfə ələ düşən fürsəti boşa verdi, amma heç kim deyə bilməz ki, 3-cü bu cür imkanı Qəbələ qaçıracaq. Daha bir təhlükəli hücum. Amma bu dəfə Aqil Məmmədov səhvsiz oynayır. Bir qədər əvvəlki epizodda da onun səhvi yox idi. Sadəcə Zinyovun o hiləgər zərbəsindən sonra top uzaq küncə dəqiq yönəlsəydi, o zaman Aqil Məmmədov da heç cür komandasına kömək edə bilməzdi. Ürfan Abbasov. Samir Zərgərovla oynamaq istədi. Alınmır, amma top elə ki, Qəbələ komandasının oyuncularında qalır və Elvin Camalovun uzaq məsafədən olduqca baxımlı və gözəl və ən əsası gözlənilməz zərbəsini gördük. Aqil Məmmədov. Maraqlıdır, görəsən top çərçivəyə yönəlsəydi bu topa çatacaqdımı? Hər halda görürdü. Bax, bu rakursdan dəqiq söyləyə bilərik. Amma kim bilir,
top çərçivəyə getsəydi, topu qaytara biləcəkdimi? Neftçinin bugünkü kapitanı. Niyə görə bugünkü? Çünki bugün kapitan sarısı Aqil Məmmədova həvalə olunub. Araz Abdullayevin yoxluğunda komandanın kapitanı məhz odur. Və sanki yaradılan bu təhlükəli hücumlardan sonra Qəbələ öz gücünə inanmağa başladı. Daha kəskin hücumlar indi təşkil edirlər və etiraf edək ki, son 5 dəqiqənin ən yaxşı komandası qonaq olmasına baxmayaraq məhz Qəbələdir, Neftçi deyil. Daha bir hücum və künc zərbəsini qazandılar Qəbələ komandasının futbolçuları. Zinyov əsasən onun oyunu sahəsində son bir neçə dəqiqə ərzində Qəbələ çox çətin anlar yaşadır Neftçi müdafiəsinə. Və hazırda biz görürük və dəqiq söyləyə bilərik ki, Qəbələnin bütün futbolçuları meydanın Neftçiyə aid hissəsindədirlər. Yalnız qapçı Dmitri Bizatosni ona aid mövqeydədir, amma o bir xeyli qapısını tərk edib, bunu da qeyd etmək yerinə düşər. Ola bilər hər bir ev tapşırığı yerinə yetirilsin, izləyək, baxaq, biraz səbir edək və qapı qarşısında ötürmə edilir. Aqil Məmmədov topu tutmalıdır və burada ona qarşı kobud oyun var idi. Rəhim Həsənovun fiti məhz bunu səsləyir, yoxsa buna işarədir, yoxsa oyundan kənarı vəziyyət? Oyundan kənarı vəziyyət səhv etmirəmsə burada qeydə alındı, amma hər halda qapçıya hücum kimi də bu fiti dəyərləndirmək olar. Zinyovu biz görürük. Qəbələnin əsas oyuncularından biridir. Dodo bugün 28 yaşını qeyd edir, amma bunu bir daha qeyd etməliyik. Amma elə ki, onun oyunu Qəbələnin niyyətində o qədər də fəal deyil. Bəlkə də artıq ad gününə hazırlaşmağa başlayır Dodo. Amma zənnimcə öncədən işi görmək lazımdır, sonra şənlənmək. Hər halda elə ki, Dodo meydanda o qədər də yaxşı təsir bağışlamır. Burada isə kobud bir şəkildə qaydanı pozur. Və yəqin ki, özü də anlayır ki, elə ki, oyunu alınmır və əsəblərini cilovlamaq çətin olur belə olan halda futbolçulara və görürük ki, lazımsız bir şəkildə burada Dodo öz sürüşmə fənnini yerinə yetirərkən kobudluğa yol verir. Təbii ki, deməzdim ki, o rəqimin ayağına zərbə indirmək istəyirdi, topa çatmaq istəyirdi, amma topa çatmadı, yetişmədi və qaydanı pozdu. Burada Neftçi komandasının bəzi oyunculara hakimə işarə ilə bildirdilər ki, buna görə sarı vərəqə ilə cəzalandırmaq olar Dodonu, amma bəlkə də Rəhim Həsənov da artıq bilir Dodonun bugün doğum günüdür və bu dəfə onu bağışladı, kim bilir. Hər halda Neftçinin olduqca təhlükəli hücumu alına bilər. 4 nəfərdən ibarət canlı sədd qurulur. Topun arxasında Braziliyalı Ailton var. Cərimə meydançasında 6 Neftçili futbolçunu görürük. Hakimin işarəsi verilməlidir. Hakim canlı səddə olan Neftçi komandasının üzünə yaxınlaşır. Ona hər hansı bir xəbərdarlıq edir. Hakimin işarəsi gəlir. Qapıya birbaşa zərbə. Dmitri Bizatosni topu qaytarır, amma zərbə qapıçının elə durduğu küncə yönəlmişdi və belə olan halda Bizatosni topu qaytara bildi. Amma sonradan Samir Zərgərov idi, səhv etmirəmsə bu. Yox, İrfan Abbasov risk etmir və topu qapı xəttindən çıxarır. Bu o deməkdir ki, Neftçinin hücumu davam edəcək. Daha bir künc zərbəsi yerinə yetirilir. Ötürmə edilir yaxın küncə. Bu dəfə Samir Zərgərov artıq bu dəqiqdir. Topu qaytarır və uzaq məsafədən bu zərbə oyundan kənarı vəziyyəti yoxdur. Amma topa yetişə bilmədi Samir Məsimov və bununla da Neftçinin hücumu başa çatır. Və səhv etmirəmsə bir qədər əvvəl Ailtonun vurduğu cərimə zərbəsindən sonra top bu oyunda ilk dəfə olaraq Qəbələnin çərçivəsinə, Qəbələnin komandasının qapçısı Ruslan Dmitri Bizatos'un üzr istəyirəm, qoruduğu qapıya getdi. Çərçivəyə ilk zərbə idi bu Neftçidə. Görüşün 28-ci dəqiqəsində. Anyeta'nın Araz Abdullayevin yoxluğu sözsüz özünü göstərir. Zənnimcə, əgər bu iki futbolçu meydanda olsaydı, o zaman Neftçi 28 dəqiqə ərzində bir dəfə yox, bir neçə dəfə artıq
qapı istiqamətinə, qapı çərçivəsinə zərbə ilə yadda qala bilərdi. Facundo Pereira. Qəbələ komandası indi topa nəzarət edir. Stankovic, Abışov, Dodo, Ürfan Abbasova qeyri-dəyə götürmə edir. Və bu ötürməyə görə fikir verin onun sifət çizgilərindən. Özü də narazıdır. Dodo bu dəqiqəyə qədər göstərdiyi oyundan. Roman Grigarchuksa Dodo'ya deyildi. Bu Elvin Camalova idi onun bu işarəsi. Maraqlıdır görəsən nə söyləyirdi, nə deyirdi. Amma elə ki Elvin Camalovun oyundan mənə elə gəlir ki Roman Grigarchuk razı qala bilər. Gənc futbolçu bir neçə dəfə rəqibdən topu almağı bacardı. Komandanın hücumunu başlayır və bir epizodda hətta həmin hücumlardan birini qapıya zərbə ilə də tamamlanmışdı. Aleksey Gay, Elvin Camalov, Ruslan Abışovla oynamaq olar, belə də edir. Gənc Camalov, Abışov hücumda iştirak etməyi sevən bir futbolçudur. Amma bir qədər irəlilədikdən sonra geri oynamaq məcburiyyətində qalır və dərhal da müdafiədəki mövqeyinə dönür. Dodo bu topa çatacaqmı? Yox, onu Rahil Məmmədov qabaqlayır. Neftçinin əks hücum istəyi dəqiq alınmır. Çünki Samir Məsimova göndərilən top dəqiq olmur. Ürfan Abbasovla qonaq komandanın növbəti hücumunu izləyəcəyi Dodo, Elvin Camalov, Ruslan Abışov, Facundo Pereira'dan topu alır. Neftçi demək olar ki, indi tam komanda ilə müdafiə olunur. Qabaqda yalnız Məhəmməd Qurbanov var. Ramos, Kaue. Kaue'nin ötürməsi dəqiq alınmır. Ürfan Abbasov topu Qəbələ üçün qazanır. Dodo yaxşı düşünmüşdü bu, amma Zinyov bu ötürməni oxumadı. Sonradansa top uğrunda mübarizə aparmaq daha çətin oldu və belə olan halda top itirildi. Rahil Məmmədovu biz görürük, gənc futbolçu. Onun da oyununu qeyd etməli. Çox perspektivli bir müdafiəçidir. Və ümid edirik ki, getdikcə ustalıq səviyyəsini artıraraq tez bir zamanda çempionatımızın ən yaxşı mərkəz müdafiəçilərindən birinə çevriləcək Rahil Məmmədov. 50 isə gəlin Neftçinin bu hücumuna birgə baxaq. Məhəmməd Qurbanov yenidən topa yetişə bilmir. Aleksey Gay isə Qəbələnin əks hücumunu başlaya bilmədi. Daha doğrusu başlayan əks hücumunu davam etdirə bilmədi. Auto yerinə yetirəcəklər qonaq komandanın oyuncuları. Bir daha qeyd edək ki, izlədiyiniz oyun, hörmətli futbol sevərlər, Azərbaycan çempionatının Topaz Premyer Liqasının 8-ci turunun ikinci oyun gününün ilk qarşılaşmasıdır. Ötən gün tura start verildi. Rəvan Kəpəz görüşü ilə həmin oyun CBC Sportun canlı efirində təqdim olundu və həmin oyunda Gəncə təmsilçisi Kəpəz bu mövsüm ilk səfər qələbəsini bayram etdi. Bugün daha iki qarşılaşma olacaq. İzlədiyimiz Neftçi Qəbələ maçından sonra, bir qədər sonra saat 18-də Qarabağ doğma meydanda çempionatın sürpriz komandası, debutant Zirəni qəbul edəcək. Həmin oyunda izləmək çox maraqlı olacaq. Həmin oyunda CBC Sportun canlı efirində təqdim olunacaq. Tura sabah keçiriləcək iki oyun var. Yekun vurulacaq. Xəzər Lənkəran doğma meydanda Azalı, Sumqayıtda isə eyni adlı komanda Inter'i qəbul edəcək və bununla da 8-ci tur başa çatacaq. Bütün oyunlar CBC Sportun efirində nümayiş etdiriləcək. Burada Rahil Məmmədov və Aqil Məmmədov səhvsiz oynayırlar. Qəbələ komandasının futbolçusunun presingi var idi. Amma gənc mərkəz müdafiəçisi və komandanın kapitanı, onun qapçısı bir-birlərini dəqiq başa düşdülər və səhvə yol vermədilər. Bakıxanov Qəsəbə stadionunda bu oyun keçirilir və hava da getdikcə
Onda qeyd etməliyik ki, soyuyur. Bu da başa düşüləndi. Qayda pozulur. Rəhim Həsənovun fiti səslənir. Kauaya qarşı qayda pozulmuşdu. İki Braziliyalı burada bir-birlərinə qarşı. Daha doğrusu top oyunda mübarizədə toqquşurlar və Dodo hakimin fikrincə bu epizodda qaydanı pozur. Qəbələnin Braziliyalı futbolçusu Neftçinin Braziliyadan olan oyuncusuna qarşı Kobuda oynadı. Samir Məsimov. Alıcı hərəkətlər mərkəzə doğru irəliləyir. Ötürməsini edir. Ramos. Xeyr, bu Rəhman Hacıyevdir. Topu nədən burada qaldırmaq lazım idi? Yekunda top itirilir, amma Neftçi öz hücumunu davam edə bilər əgər Arif Daşdəmirov burada olmasaydı. Amma o buradadır çünki bu onun mövqeyidir. Müdafiənin sağ cinahında oynayır Arif Daşdəmirov və ondan tələb olmanı etdi. Müdafiəçi fokusiyasını 100% yerinə yetirdi. Topu ələ keçirdi, komandası üçün qazandı. Amma komandada digər oyuncuları əks hücumu başlayarkən səliqəsizliyə yol verdilər və yekunda yenidən biz görürük ki, topa nəzarəti meydan sahibi komandasının oyuncuları öz əllərinə alıblar. Daha doğrusu təbii ki, bu futboldur, futbolu ayaqla oynayırlar. Yəni nəzarətdə saxlayır indi Neftçi topu, amma qısa zaman ərzində həm bu, həm digər komandanın üzvləri biz görürük ki, ötürmələrdə səhvlərə yol verir. Yalnız indi Qəbələ artıq tam şəkildə topa nəzarəti öz üzərinə götürüb. Burada səhvə yol verilir. Kauaya irəliləyir. Amma onun qarşısını kəsirlər. Ailton idi bu, üzr istəyirəm. Digər bir Braziliyalı. Oyunda 35-ci dəqiqə gedir. Neftçi Qəbələ oyununda elə ki qol yoxdur. Etiraf edək ki, mən tam başqa bir oyun gözləyirdim. Düşünürəm elə siz də futbol sevərlər. Qarşılıqlı hücumlar, maraqlı mübarizə. Amma elə ki biz bunu görmürük. Lakin komandalar da başa düşmək olar. Qəbələni qarşıda çox çətin bir oyun gözləyir Almaniyanın Borussia Dortmund komandası ilə. Neftçiyə gəlincə isə Neftçi bu oyunda iki aparıcı futbolçusu olmadan oynayır. Və belə olan halda hər ikisi hücum xəttində olan oyunculardır. Belə olan halda təbii ki, hücumları da qurmaqda çətinlərlə üzləşirlər meydan sahibləri. Bir daha qeyd edək ki, Araz Abdullayev zədə səbəbindən, eyni səbəbdən Anyetada komandanın yeni transferi İspan hücumçusu bu oyunu buraxırlar. Dodo zədələnir. 36-cı dəqiqə gedir. Bu səbəbdən də oyunda fasilə yaranır. Dodo yeri gəlmişkən keçən turda çempionatımızın yeni rekorda imza atdı. Qəbələ Xəzər Lənkəranı qəbul edirdi və 6-0 hesabı ilə qələbəsini rəsmiləşdirdi. Qəbələ həmin oyunda isə hesab birinci dəqiqədə açıldı. Səhv etmirəmsə 18-ci saniyədə qeydə alınan top Azərbaycan çempionatlarının tarixində ən tez vurulan qol kimi tarixə düşdü. Azərbaycan çempionatlarında ən tez vurulan top kimi tarixə düşdü və yeni rekorda imza atdı Dodo. Amma həmin maçdan sonra Dodo bizə verdiyi müsahibədə bildirdi ki, rekordlar onu maraqlandırmır. Onun üçün ən vacib odur ki, o Qəbələ ilə birgə ölkə çempionu olsun. Bax belə. Və indi Qəbələ hücumdadır. Məhz bu top Dodo'ya göndərilirdi, amma onu qabaqladı Məqsəd İsayev burada. Neftçinin 27 nömrəli gənc futbolçusu bu topun qarşısını vaxtında kəsə bildi. Künc zərbəsini yerinə yetirəcək Qəbələ. Facundo Pereira topun arxasındadır. Ötürməsini edir yaxın küncə. Hücum davam edəcək. Zinyov qapıya zərbə Dodo'dan gəlir, amma Aqil Məmmədov burada olduqca düzgün bir mövqe seçmişdi və buna görə də bu təhlükəli zərbədən sonra dərhal topu tuta bildi. Aleksey Qay. Ruslan Abışov.
Qəbələdə də itkilər var. Ruslan Abışov start heyətə Braziliyalı Santos'un yoxluğu ucbatından düşüb. Amma ola bilər ki, Santos zədəsini sağaldandan sonra heç ona ehtiyac da qalmasın. Çünki Roman Grigarchuk hər oyun qeyd edir ki, Ruslan Abışovun oyunundan tam razıdır. Üstəgəl legioner limiti də var ölkə çempionatında və bütün bunları nəzərə alsaq, düşünürəm ki, Ruslan Abışovu elə ölkə çempionatında oynadacaq və ölkə kuboku uğrunda oyunlarda istifadə edəcək onun köməyindən Roman Grigarchuk. Braziliyalı Santos'sa yəqin ki, Avropa Liqasının qrup mərhələsi oyunlarında çıxış edəcək. Hazırda görüşdə daha bir fasilə yaranır və zədələnən oyunçu Neftçinin 6 nömrəli Braziliyalı futbolçusu Ailton olur. Roman Grigarchuk'u biz görürük. Oyunundan, təbii ki, öz yox, komandasının oyunundan o narazıdır zənnimcə. Və burada Ailton'u biz görürük. Təşəkkür edirik efir rejissorumuza. Burada sadə bir vəziyyətdə ola bilər, hər hansı bir əzələsini dartdı Ailton. Burada toqquşma yox idi. Rəqib komandanın futbolçusuyla mübarizə aparmırdı bu məqamda Ailton. Bir daha qeyd edək ki, havanın soyuq olması da burada öz təsirini göstərə bilər. Əzəllər yığılır və oyundan öncə lazımi isinmə hərəkətləri etmirsə futbolçu, o zaman təbii ki, mübarizə anında yığılmış əzələlər birdən-birə dartıla bilir. Ailton indi özü ayağa qalxaraq meydanı tərk edir. Düşünürəm ki, ona göstərilən tibbi yardımdan sonra o oyunu davam edə biləcək. Hər halda meydanın kənarında indi durub və hakimin işarəsini gözləyir ki, oyuna daxil olsun. Bu işarə gəlir və Ailton meydana daxil olur. Məqsəd İsayev indi topu oyuna outdan daxil etdi. Məhəmməd Qurbanov top uğrunda mübarizə aparırdı, amma topu dəqiq qəbul edə bilmədi. Hər halda Neftçi komandası hücumunu davam edir. Samir Məsimov sağ cinahta topu qəbul etdi. Gözəl bir ötürmə edir, qapıya zərbə Ruslan Qurbanovdan. Alınmadı. Baxmayaraq ki, Arif Daşdəmirov o qədər də uca boya malik deyil, amma burada mövqeyini düzgün seçmişdi və belə olan halda Ruslan Qurbanova mane ola bildi. Amma Samir Məsimovun ötürməsi yaxşı alınmışdı. Ruslan Qurbanov da bu topa çıxırdı, sadəcə Arif Daşdəmirov ona mane oldu. Daşdəmirov hələ ki, müdafiədəki oyunuyla diqqət çəkir, amma biz bilirik ki, Arif Daşdəmirov hücumlarda da çox tez-tez iştirak edir və etməyi sevən bir futbolçudur. Lakin bu oyunda biz onun hücumda oynadığını, tez-tez oynadığını deyə bilmərik. Bəlkə də bu Roman Grigarchuk'un bir tapşırığıdır. Bəlkə də beləcə Ukraynalı mütəxəssis özünü sığortalamaq istəyir. Çünki çox gözəl anlayır ki, bugünkü rəqibi Neftçidir. Azərbaycan futbolunun flaqmanı ən adlı sanlı komandalarından biridir. Kim bilir? Amma faktlığında qalır ki, Arif Daşdəmirov bugün biz alışdığımız qədər hücumda oynamır. Ailton bir qədər əvvəl səhətində problemlər var idi. Amma meydana qayıda bildi. Out'u yerinə itirdi və Neftçi topu itirdi. Qəbələ indi hücumunu davam edir. Dodo artıq sağ cinahdadır. Aldadıcı hərəkətlər Dodo'dan qapıya qarşısına zərbə indirilir. Bu zərbədən sonra Facundo Pereira topa başla zərbəsini vurur, amma qapıcı Aqil Məmmədov topu tutur. Lakin qeyd edək ki, həmin epizodda top qapıya daxil olsaydı belə qeydə almayacaqdı bu gol. Çünki Dodo topu qapı xəttindən buraxmışdı. Buna yan xətt hakiminin işarəsi bunun belə olduğunu bizə göstərdi. Hakim də artıq fitini səsləndirmişdi. Birinci hissə isə Neftçi Qəbələ oyununda getdikcə başa çatmaq üzrədir. Oyunda 43-cü dəqiqə gedir. Hesab 0-0'dir.
Və indi Qəbələ komandası müdafiədə az qala səhv yol verəcəkdir. Ürfan Abbasovu biz görürük. Qapıcı ilə burada da oynamaq olmaz. Ürfan Abbasov burada soğuqqanlı davranmalıdır və bunu bizə göstərdi. Səhv yol vermədi, özünü itirmədi bu müdafiəçi və topu komandası üçün saxladı. Dodo indi sağ cinalla irəliləyir. Arif Daşdəmirov onun yanında var. Arif Daşdəmirovla oynayır Dodo. Aleksey Qay topu istəyir və topu da qəbul edir. Cərimə meydançasına top göndərildi. Fakunda Pereira istiqamətində bu top göndərilmişdi, amma Pereira topa yetişə bilmədi. Məhəmməd Qurbanovdansa topu çox asan bir şəkildə Ruslan Abışov alır. Aleksey Qaya ötürür. Aleksey Qaya'nın zərbəsi Aqil Məmmədov son anda bu topu tutur. Yarım addım bu topdan uzaq olsaydı Aqil Məmmədov o zaman topu çətin ki tuta bilərdi. Bir daha izləyək. Təcrübəli Qay. Top çox maraqlı trayektoriya ilə gedirdi. Qapışdan uzaqlaşan bir trayektoriya ilə gedirdi. Amma Aqil Məmmədov təcrübəli qalçıpır burada bu topa reaksiya göstərərək onu tuta bildi. Stankoviç. Ruslan Abışov. Elvin Camalov, Stankoviç. Birinci hissənin əsas vaxtının sonuncu dəqiqəsi gedir. Neftçi Qəbələ görüşündə gol yoxdur. Aqil Məmmədov bu dəfə də səhvsiz oynayır. Və ehtiyat hakim bizə indi bildirir ki, əsas vaxtda, birinci hissənin əsas vaxtda 1 dəqiqə əlavə olunur. Və çətin ki, düşünürəm ki, bu 1 dəqiqə ərzində nəysə dəyişsin hesabda. Nəysə dəyişsin bu oyunda. Komandaların futbolçuları zənnimcə indi fasiləni gözləyəcəklər və fasilədə komandaların baş məşqçilərinin tapşırıqlarını gözləyəcəklər. Və budur. Rəhim Həsənov. Xeyr, onun fiti birinci hissənin sonu deyil, qayda pozuntusunu işarə edir. Amma düşünürəm ki, bu qayda pozuntusuna, qeydə alınan qayda pozuntusundan sonra cərimə zərbəsini yerinə yetirən Neftçi futbolçuları sonda hakimdən işarə alacaqlar ki, birinci hissə başa çatır. Rəhim Həsənov bir daha bir şans verdi meydan sahiblərinə. Bu hücumun başa çatdığını gözlədi və bundan sonra birinci hissənin başa çatdığını elan edən fitə imza attı. Görüşün baş hakimi Rəhim Həsənov. Hazırda onu biz görürük. Beləliklə birinci hissədən sonra Neftçi Qəbələ oyunda gol yoxdur. Hesab 0-0'dır. Biz qısa fasiləyə ayrılırıq. Fasilədə CBC Sportun xəbərlər departamentinin hazırladığı CBC Info xəbərlərini izləyəcəyik və dərhal da xəbərlər buraxılışından sonra biz yenidən Bakıxanov Qəsəbə stadionunda sizinlə birgə olacağıq. Bir daha xoş gördük əziz futbol sevərlər. Beləliklə Neftçi Qəbələ oyununda ilk 45 dəqiqə artıq başa çatıb. Birinci hissədən sonra qaplara qol vurulmayıb, hesab 0-0'dır. Birinci 45 dəqiqə ərzində nə söyləmək olar? Düşünürəm ki, Qəbələnin daha fəal olduğunu
deyə bilərik. Bu arada Qəbələ komandasının ehtiyat oyunçular skamyasında olan futbolçuları bizə təqdim edirlər və elə fürsət düşmüşkən gəlin onlarla sizi tanış edək. Ehtiyat qapçı Andrey Popoviçdir, nömrə 1. Rəşad Sadıqov var burada. Məhəmməd Mirzəbəyev, Vitaliy Vernidub, Qismət Aliyev, Aleksey Antonov və Vaqif Cavadov. Gəlin indi birinci hissənin ən yadda qalan məqamlarını bir daha sizinlə birgə izləyək, hörmətli futbol sevərlər. Birinci hissədə bir daha qeyd etdim ki, qaplara bir o qədər də çoxlu sayda zərbələr endirilmədi. O zərbələrdən ən yadda qalanlardan biri də məhz bu idi. Erik Ramos'un uzaq məsafədən endirdiyi zərbədən sonra qapçı Dmitri Bizatosni topu tutdu. Amma qalan vaxt ərzində əsas təhlükəli hücumları qonaq komandanın oyuncuları təşkil edirdilər. Kao'nun bu zərbəsi də olduqca maraqlı alındı. İki futbolçunu keçdi və dərhal da qapıya zərbə indirdi. Amma bundan sonra artıq Qəbələ komandasının oyuncuları öz sözünü meydanda deməyə başladılar. Aleksey Qayın bax bu zərbəsi çox yadda qalan idi və bu hücumdan təxminən bir dəqiqə sonra Qəbələ bax bu hücumu reallaşdırdı. Facundo Pereira'nın zərbəsindən sonra top müdafiəçiyə deyir və qayıdır Zinyova. Zinyova alıcı hərəkət və uzaq küncə topu göndərmə istəyi onda alınmır. Əgər bu istək dəqiq yerinə yetsəydi, o zaman Aqil Məmmədov Neftçinin qapçısı və bu öndəmdə kapitanı heç cür komandasından kömək edə bilməzdi. Elvin Camalovun da bu zərbəsi çox gözəl alınmışdı və birinci hissənin sonlarına yaxın Aylton künc zərbəsindən bax bu Ayltonun bu cəhdi olduqca yadda qalan oldu. Mən birinci hissədə qeyd elədim ki, bu Neftçinin birinci hissə ərzində çərçivə indirdiyi ilk zərbəsi idi, amma yox, səhvimi düzəldirəm. Təbii ki, bundan öncə Ramos'un da zərbəsi var idi. Düz çərçivəyə yönəlmişdi həmin top və Bizatosni topu tutmuşdu. Bir qədər sonra komandalar meydana daxil olacaq. Qəbələdə olan ehtiyat oyuncularla sizi tanış etdi. Bəs Neftçidə Samir Əliyev kimin köməyindən yaralana bilər qalan vaxt ərzində? Qapçı Mixail Peskoviç, üzr istəyirəm, Elşən Abdullayev, Juan Alberto Meli, Kamal Qurbanov, Salas Günita Antonio, yəni Anyeta, amma biz deyik ki, Anyeta zədəlidir və görünür bu oyunu buraxacaq. Düşünmürəm ki, onu meydana buraxsın Samir Əliyev. Akşin Qurbanlı da var burada və Elvin Bədalov. Bu Neftçidə olan ehtiyat oyuncularıdır. Neftçinin ehtiyat oyuncularıdır. Stadionda bir o qədər də çoxlu sayda adam yoxdur. Bir daha xatladım ki, bu oyun Bakıxanov adına qəsəbə şəhər stadionunda keçirilir. Hava o qədər də isti deyil, amma azarkeşlər var stadionda, yox deyirlər. Hətta Qəbələdən də azarkeşlər gəliblər və Azərda komandasında bax bu cür şəkildə sevinclə qarşılayırlar. Komandalar meydana daxil oldular. Start heyətlərlə gəlin bir daha sizi tanış edək. Əgər oyuncu dəyişikliyi baş verərsə dərhal bu barədə sizə məlumat verəcəm. Eləlik isə başlayaq meydan sahibi Neftçidən. Qapıda Aqil Məmmədov, Rahil Məmmədov, Jairo Rodriguez, Ferrara Silva Aylton, Ruslan Qurbanov, Məhəmməd Qurbanov, Erik Fabian Ramos, Rəhman Acıyev, Kaue Dasina, Samir Məsimov, Məqsəd İsayev. Bu Neftçinin start 11-liyidir. Qəbələnin heyəti ilə tanış olaq. Qapıda Dmitri Bizatosni, Vayslav Stankoviç, Elvin Camalov, Sergey Zinyov, Luis Ilario Dodo, Aleksey Qay, Arif Daşdamirov, Facundo Pereira, Ürfan Abbasov, Samir Zərgərov və Ruslan Abışov. Neftçi komandasının baş məşqçisi Samir Əliyevdir. Qəbələnin isə çalışdırıcısı Ukraynalı mütəxəssis Roman Qriqorçukdur. Samir Əliyev indi meydana daxil olub və hətta bu fürsətdən də istifadə edir. Komandasının oyuncularına öz tapşırıqlarını verir. Oyuncu dəyişikliyi reallaşır. Neftçidə 8 nömrəli futbolçu Elşən Abdullayev meydana daxil olur və o 14 nömrəli futbolçu Məhəmməd Qurbanovu əvəz edir. Məhəmməd Qurbanovun meydanda o qədər də fəal olmadığını biz
birinci hissədə də bir neçə dəfə qeyd etmişdi və görünür Samir Əliyev də artıq bunu görür və ikinci hissədə onun əvəzinə meydana Elşən Abdullayev buraxır 8 nömrəli futbolçu. Zinyova qarşı burada qayda pozulmuşdu. Bu epizodda Jairo Rodriguez Zinyovu yıxır. Yan xət hakimi dərhal bu barədə işarəsini verir baş hakimə. Baş hakim Rəhim Həsənov da onun köməkçiləri Namiq Hüseynov və Akif Əmirəlidir. Rəvan Həmzazadə isə ehtiyat hakimdir. Cərimə zərbəsini yerinə yetirir indi qonaq Qəbələ komandasının oyunçuları. Hakimin işarəsi gəlir. Facundo Pereira yaxın küncə ötürməsini edir. Amma Ramos onun bu ötürməsindən sonra topu uzaqlaşdırır ünvansız bir şəkildə və top qapı xəttindən meydanı tərk edir. Daha bir hücum Qəbələdə, ikinci hissədə ilk künc zərbəsini qonaq komandanın futbolçuları yerinə yetirəcəklər. Yenidən bunu Argentinalı Facundo Pereira edəcək. Topun arxasında məhz odur. Hakimin işarəsi gəlir. Ötürməsini edir Pereira yaxın küncə bu dəfə də top göndərilir. Ola bilsin ki bu bir ev tapşırığıdır. Çünki artıq neçənci dəfədir ki biz görürük ki Pereira künc zərbələrini, cərimə zərbələrini yerinə yetirərkən topu düz yaxın küncə göndərir. Aleksey Qay. Ona qarşı Ramos mübarizə aparır. Qay sakit bir şəkildə bir qədər geriyə irəliləyir və topu dəqiq olaraq komanda yoldaşına göndərir. Bir daha xatırladaq ki bugün Qəbələ komandasının kapitanı üçün, Dodo üçün bu oyun olduqca əlamətlidir. Belə ki onun bugün 28 yaşı tamam olur. Neftçiyə gəlincə isə Neftçinin də bugünkü oyun əlamətdardır. Belə ki komanda birinci dəfə yeni titul sponsoru ilə oyuna çıxır. Buna qədər əgər Neftçi komandasının titul sponsoru Dövlət Neft şirkəti Sokar idisə, bugündən etibarən dünən yeni müqavilə imzalanıb və bu müqaviləyə əsasən bundan sonra Neftçi komandasının futbolçularının formasında Asan Xidmətin logosunu biz görəcəyik və beləcə Asan Xidmət bundan sonra Neftçinin titul sponsoru olur. Həyatımızın bir çox sahələrində bir daha qeyd edək ki, həyatımızı asan edən Asan Xidmətin Neftçiyə necə təsir edəcəyini izləmək, uğur gətirəcəkmi? Bunu bilmək çox maraqlı olacaq. Güman edirik ki, daha doğrusu Neftçi azərkeşləri güman edir ki, Asan Xidmət düşərli olar komanda üçün və komanda ölkə çempionatlarında komandanın apardığı mübarizə bundan sonra asan olacaq. Cərimə zərbəsi qeydə alınır. Burada hava mübarizəsində ayağını basır rəqib komandanın oyuncusunun Neftçinin 18 nömrəli futbolçu Kao Dasina. Cərimə zərbəsi yerinə yetirildi və meydan sahibləri topu ələ keçirdilər. Zinyov çopu da oynayır. Dərhal yan xətt hakimi öz etirazını bildirir. Qaydanı pozmamışdım deyir, amma Aylton burada heç onu gözləmir. Ramos dərhal cərimə zərbəsini yerinə yetirir. Bu da ondan xəbər verir ki, Neftçi ikinci hissəyə çox istəkli başlayıb. İndi Ruslan Qurbanov bir xeyli irəliləyir, amma ötürməsini dəqiq edə bilmir. Dmitri Bizatosni topu irəliyə vurur. Aylton qayda pozulur ona qarşı. Bu dəfə Samir Zərgərov qaydalar çərçivəsindən kənar oynadı. Neftçi komandasının azarkeşləri buna etiraz olaraq rəqib komandanın futbolçusunu fitə basırlar. Cərimə zərbəsi yerinə yetirildi. Ruslan Qurbanov yerində fırlanır, amma irəliyə bilmir. Stankoviçdən top meydanı tərk edib, Aylton yerinə yetirdi. Ruslan Qurbanov topu ona geri qaytarır. Neftçi bu dəqiqələrdə çox fəaldır. Sağ cinaha top göndərilir. Samir Məsimov ötürməsini edir, amma həmin mövqedə Neftçidən heç bir kəs yoxdur. Yalnız indi meydana ikinci hissədə daxil olan Elşən Abdullayev topu qazanır, ötürməsini edir. Uzaq küncə Kao qapıya zərbə indirə biləcəkmi? İndirə bilmədi. Halbuki topa elə çıxmışdı ki, sanki elə bir zərbə indirəcək ki,
top qapıcı Dmitri Bizatosla ilə birgə tora daxil olacaq, amma yox. Hər şey göründüyü kimi olmur bu həyatda. Həmçinin Cowen da bu topa sıçrayışı dəqiq alınmır və o topa zərbə indirə bilmədi. Topu özündən bir xeyli buraxdı. Topa gedərkən öz trayektoriyasını, topun trayektoriyasını dəqiq hesablaya bilmədi Cowen. Meydana ikinci hissədə daxil olmuş Elşən Abdullayev çox fəaldır və biz görürük ki, o meydana daxil olan kimi Neftçi daha çox sol cinahdan hücumlarda qurmağa çalışır. Ruslan Qurbanov artıq mərkəz hücumçusu kimi oynamağa başlayır. Birinci hissədə Neftçidə bu işi Məhəmməd Qurbanov görürdü. Ruslan Qurbanov ondan bir qədər geridə, mərkəzə yaxın bir mövqedə mübarizə aparırdı. Amma ikinci hissədə Məhəmməd Qurbanov meydandan alınandan sonra Ruslan Qurbanov onun yerini tutur. Sol cinaha Elşən Abdullayev keçir. Bu cür dəyişikliklər baş verib meydan sahiblərinin heyətində. İkinci hissənin lap əvvəlində. Qəbələyə gəlincə isə Roman Qriqorçuk start heyətlə oyunu davam edir. Samir Zərgərov qayda pozulmayıb burada. Arif Daşdəmirov hücuma dəstək verir, ötürməsini edir. Bir müdafiəçini keçdikdən sonra topu qapı qarşısına göndərməyə çalışdı, amma yox, topa müdafiəçi Neftçidən çatmır, lakin top ona deyərək sadəcə qapı xəttindən çıxır. Künc zərbəsini indi Qəbələ komandası yerinə yetirəcək. Fakunda Pereira topun arxasındadır. Növbəti dəfə yaxın küncə top göndəriləcək, yoxsa bu dəfə də yaxın küncə top göndərilir. Müdafiəçilər bu dəfə də dəqiq oynayırlar. Daha bir də cəhd Fakunda Pereira'dan oyundan kənar vəziyyət. Burada qeydə alınır. Aleksey Qayda səhv etmirəmsə. Görüşdə 53-cü dəqiqə gedir. Aleksey Qayı biz görürük. Qəbələnin heyətində əsas oyunculardan biri. UEFA kubokunu qazanmış bir futbolçu. Bir daha oyundan kənar vəziyyətin qeydə alındığı anı izləyirik. Aleksey Qay burada ofsayda düşən futbolçu idi Qəbələnin heyətində. Zinyov bu topa çatacaqmı? Gənc Rahil Məmmədov çətinliklə də olsa onu qabaqlayır. Gözəl ötürmələr Qəbələdən ötürmə edilir. Cərmə meydançasına qapıya zərbə olacaqmı? Zərbə Arif Daşdəmirovdan gəlir. Və top bir xeyli qapının üstündən keçərək meydanı tərk etdi. Güclü bir zərbə idi, amma dəqiq olmadı. Arif Daşdəmirov idi bu. Aqil Məmmədov bir daha qeyd edək ki, bugün o həm də komandanın kapitan funksiyasını yerinə yetirir. Araz Abdullayevin yoxluğunda kapitan sarğısı ona həvalə olunub. Anyeta da bu oyunu buraxır, hər ikisizdə də səbəbindən, amma Arazdan fərqli olaraq Anyeta ehtiyat oyuncular skamyasında yer alıb. Lakin zənnimcə Anyeta da bu oyunu buraxacaq. Belə ki, Samir Əliyev düşünmürəm ki, risk edib tam sağlam olmayan futbolçunu, ən dəyərli oyuncularından birini oyuna bıraxsın. O görüşdə ilk sarı vərəqə göstərilir Qəbələ komandasının üzvünə. Elvin Camalov idi bu, səhv etmirəmsə 4 nömrəli futbolçu. İndi sarı vərəqə ilə cəzalanır. Bir qədər əvvəl nəyə görə qarşısında sarı vərəqə gördü Elvin Camalov, bunu biləcək. Bax, bu hərəkətinə görə mübarizə anında əlləri bax belə açmaq olmaz. Çünki bu rəqibə ciddi xəsarətlər yetirə bilər. Hava mübarizəsində dirsəklə də oynamağa icazə verilmir. Və hakimlərə deyilir ki, belə olan halda futbolçuları cəzalandırmaq lazımdır. Elvin Camalovun sarı vərəqəsi qeyd edək ki, bu oyunda ilk sarı vərəqə oldu.
birinci hissədə heç bir komandanın oyuncusu hakim tərəfindən qarşısında sarı vərəqə görməmişdi. Ailton qeyri dəyə götürməklə yadda qalır və indi öz səhvini özü də düzəldir. Samir Zərgərov, Aleksey Qay gözəl bir ötürmə edir Samir Zərgərova, onun qarşısı boşdur. Samir Zərgərov topu cərimə meydançasına göndərir, amma Aqil Məmmədov burada topu tutur. Zinyov bu topa çıxırdı və əgər topa çatsaydı, Aqil Məmmədov da qabaqlayırdı. Amma beləcə Aqil Məmmədov düzgün mövqe seçdi və topu tutmağa nail oldu. Qəbələnin növbəti bir hücumu Facundo Pereira, sağda Samir Zərgərov top istəyir, amma Pereira onunla deyil, yalnız indi topu Samir Zərgərova göndərir. Zərgərov Ailtonla hava mübarizəsini uduzur və Neftçi topu ələ keçirir. Stankoviç az qala burada özünü çaşbaş salıb topu Ruslan Qurbanova bağışlayacaqdı. Daha bir gözəl ötürmə, yıxılaraq Dodo qapıya zərbə vurmaq istədi. Topa çatmadı. Qəbələnin hücumu davam edir. Zinyovdan alıcı hərəkətlər. Ürfan Abbasov topa çata bilmir və bununla da hücum başa çatır. Lakin Qəbələnin növbəti şansı var. Top çünki qonaq komandanın oyuncularında qalacaq. Zinyov, Ürfan Abbasov cərimə meydançasına ötürmə edəcəkmi? Xeyr, yanında olan Facundo Pereira ilə oynayır. Elvin Camalov. Stankoviç, Qəbələ tam heyətlə meydanın Neftçi hissəsindədir. Təbii ki, burada qapçı Dmitri Bizatovsun üstüsünə olmaqla Daşdemirov topa yetişə bilmir. Aqil Məmmədov hələ ki oyunu çox gözəl oxuyur. Neftçinin qapçısı bütün toplara vaxtında yetişir, vaxtında qapısını tərk edir. Lazım olan anlarda və onun bu soyuqqanlı oyunu mənə elə gəlir ki, Neftçi komandasının oyuncularına da təsir etməlidir və onlar ön xəttdə oyunu əsasən də canlandırmalıdırlar. Ramos Salcına, Məqsəd İsayev. Neftçinin hücumu davam edir. Kaue qapıya zərbə də vura bilər, amma yox. Elşan Abdullayevlə oynayır. Elşan Abdullayevdan aldıcı hərəkətlər. Ailtona top göndərilir. Ailton qapı qarşısında ötürməkdir və burada Dmitri Bizatovski səhvsiz oynayır. Bizatovski. Ürfan Abbasov ona bir qədər yaxın olmasını istəyir və topu ona göndərir. Ruslan Abışov. Bu arada Neftçi komandasının azarkeşləri canlanıblar. Düşünürlər ki, onların dəstəyi komandaya kömək olacaq. Təbii ki, azarkeş dəstəyi çox vacibdir istənilən komanda üçün. Amma bunun bir səbəbi də ola bilər. Bu cür gözəl dəstək düşünürəm ki, həm də bura yığışan azarkeşləri qızışdırır. Çünki bugün hava Bakıda çox soyuqdur. Və belə olan halda tribunadan oyunu izləyən azarkeşlər həm komandasını fəal şəkildə dəstəkləməklə özlərini də qızışdıra bilirlər. Rəhman Hacıyev. Neftçidə bu gənc futbolçu komandanın hücumunda davam edirdi, amma topu itirdi. Aleksey Qay sağcına, Samir Zərgərov onun qarşısına Ailton alır. Samir Zərgərov Qaya dəyə götürməsini edir. Qay isə bu hücumu davam etdirə bilmir, amma Qəbələ komandası topu özündə saxlayacaq. Sonda top Neftçi komandasının müdafiəçilərinə deyərək meydanı tərk edir. Arif Daşdemirov 6 yerinə yetirdi. Qay, Daşdemirov hücumu davam edə bilmədi bu ikili və Neftçi indi əks hücum qura bilərdi. Əgər Ruslan Qurbanov topu özündə saxlaya bilsəydi. Saxlaya bilmədi və Dodo ilə Qəbələnin hücumu sol cinahla davam edəcəkdi. Neftçi Qəbələ görüşündə 60-cı dəqiqə başa çatdı. Bir daha bildirmək istərdim ki, bu oyun
Topaz Premyer Liqasının 8-ci turunun ikinci oyun gününün birinci qarşılaşmasıdır. Tura ötən gün start verildi. Rəvan Kəpəz oyunuyla və həmin oyundan sonra məlum oldu ki, Rəvanın baş məşqçisi Emin Quliyevlə yollarını ayırır. Kəpəz isə bu tur mövsümdə ilk səfər qələbəsini qazandı. Bu nəticə ilə Gəncə azarkeşlərini təbrik edirik. Bugün daha iki görüş keçirilir. İzlədiyimiz Neftçi Qəbələ oyunundan bir qədər sonra Qarabağ Zirəni qəbul edəcək. Tura sabah yekun vurulacaq. İki görüşlə bu barədə bir qədər sonra indi Qəbələnin təhlükəli hücumunu izləyək. Amma burada Aqil Məmmədov topu tutur. Sabah Xəzər Lənkəran Azalı qəbul edəcək və günün, eləcə də turun sonuncu maçında Sumqayıtda eyni adlı komanda Interi qonaq edəcək. Samir Əliyev oyuncu dəyişikliyi hazırlaşdırır. Bir əvəzləmə artıq olub Neftçidə. Bir daha xatladım ki, Məhəmməd Qurbanov birinci hissədən sonra meydanı tərk etdi və ikinci hissənin lap əvvəlində onu Elşən Abdullayev əvəz etdi. Daha bir oyuncu dəyişikliyi kim olacaq? Anyeta mı meydana daxil olacaq? Hər halda bilinirdi ki, o zədəlidir və hətta oyunun başlanmasına bir saat qalmış belə onun meydana çıxıb çıxmayacağı dəqiqləşirdi. Sonunda dəqiq oldu ki, o meydana çıxmayacaq. Amma Samir Əliyev görünür çıxış yolu qalmır və tam sağlam olmayan bir futbolçunu meydana buraxmaq istəyi var Samir Əliyevdə. Yoxsa bu qayda pozuntusu əllə oyunun təkrarını bizə təqdim etdilər. Bir daha təşəkkür edirik efir rejissorumuza. Neftçi komandasının futbolçusu əllə oynamışdı həmin epizodda və qayda pozuntusu qeydə alınmışdı. Şərhçi mövqeyi ilə hazırda Samir Əliyev meydana kimin buraxacağını deyə bilmirik, amma bu məlumatı dəqiqləşdirdik. Gənc Akşin Qurbanlı meydana daxil olmalıdır. 41 nömrəli futbolçu o kimi əvəz edəcək. Bunu indi bir qədər sonra biləcək. Bəli, bu Anyeta deyil. Mənə elə gəlir ki, tam düzgün qərardır. Belə ki, mütəxəssislər çox yaxşı bilirlər ki, əgər futbolçu zədəsini sağaltmayıbsa, onu meydana buraxırlarsa, o zaman böyük bir təhlükə var ki, o zədə biraz da ağırlaşsın. Və belə olan halda Samir Əliyev bir oyun deyil, bir neçə və yaxud da hətta ən pis halda bir mövsüm öz ən yaxşı hücumçusundan olur. Bunu Samir Əliyev təbii ki istəmir. Bu səbəbdən də meydana Anyetanı hələ ki buraxmır. Meydana çıxır Akşin Qurbanlı və o, səhv etmirəmsə, Samir Məssimovdur bu. 21 nömrəli futbolçunu əvəz edir. Bəli, Samir Məssimovun yerinə daxil olur Akşin Qurbanlı. Birinci hissədə çox fəal idi Samir Məssimov, amma ikinci hissədə etiraf edək ki, onun bir o qədər də fəal oyununun şahidi olmadıq. Yəqin bunu görən Samir Əliyev meydana Akşin Qurbanlını buraxır. Akşin Qurbanlı 1996-cı il təvəllüdlü bir futbolçudur, gəncdir, amma çox istəklidir. Rəman Hacıyev indi topladı. İrəliyir, Ruslan Qurbanovla oynayır. Ruslan Qurbanovdan topu artıq neçənci dəfədir ki, çox asan bir şəkildə Stankoviç alır. Samir Zərgərov. Facundo Pereira'dan gözəl hərəkətlər. Argentinalı futbolçu irəliyir. Solda boş mövqedə olan komanda yoldaşını görür. Ürfan Abbasovu görür və topu ona ötürür. Amma Ürfan Abbasovun sürəti yetmir bu topa çatsın. Bir qədər səliqəli ötürməyi də bilərdi Facundo Pereira. Və əgər həmin ötürmədən sonra top dəqiq bir şəkildə Ürfan Abbasova çatsaydı, o zaman Qəbələnin zənnimcə baxımlı bir hücuma alına bilərdi. Və meydana yenicə daxil olmuş Akşin Qurbanlı. İndi az qala Arif Daşdəmirovu keçirdi. Roman Qriqorçuk da oyuncu dəyişikliyinə əl atır. Meydanın kənarında mən Aleksey Antonovu görürəm. Aleksey Antonov görəsən kimin əvəzinə oyuna daxil olacaq? Səhv etmirəmsə, əgər düz başa düşürəmsə bu oyunu, ya Facundo Pereira,
ya Facundo Pereira ya da Zinyovun əvəzinə Antonov meydana çıxacaq. Amma bu Dodo da ola bilər. Bu variantda istisna deyil. Antonov hücuma meyilli bir futbolçudur, hücumçudur. Yarım müdafiədə də oynaya bilər, amma hücuma meyilli yarım müdafiəçi kimi ancaq komandasına onun köməyi dəyə bilər. Hər halda biraz səbr edək və bir qədər sonra dəqiq söyləyə biləcək Antonov bu oyunda kimi əvəz edəcək və kimin yerinə meydana daxil olacaq. Hələlik isə top Neftçi komandasının oyuncularındadır. Raqil Məmmədov burada risk etmir, topu qapıcı Aqil Məmmədova göndərir. Aqil Məmmədov isə qüvvətli zərbələ topu irəliyə vurur, amma zərbənin gücünü görünür dəqiq hesablaya bilmir və bu səbəbdən də top meydanı tərk edir. Beləliklə ehtimallar bizi aldatmır. Facundo Pereira meydandan çıxır və qalan vaxt ərzində Aleksey Antonov Qəbələnin heyətində mübarizəni davam edəcək. Antonova girər-girməz top göndərildi, amma o topa çata bilmədi, çünki rəqib futbolçu onu qabaqladı. Aleksey Qay indi Arif Daşdəmirovla oynayır. Qəbələnin hücumunu izləyirik. Samir Zərgərov. Zərgərov qapı qarşısında ötürməsini edir. Qapçı və müdafiəçilər burada. Qapçı və müdafiəçilər arasında anlaşılmazlıq yarandı. Üstəgəl burada hakimin fikrincə Dodo rəqibini itələyirdi. Epizodun təkrarını izləmək çox maraqlı olar. Burada nə baş verdi? Təkrarda izləyək. Samir Zərgərovun ötürməsi və Məqsəd Sayıvıdır, səhv etmirəmsə. Bu Dododan qabaq topa çatır. Bu dəqiqdir, amma deməzdim ki, Dodo onu itələyirdi. Hər halda bizə göstərilən təkrar görüntülərə əsaslanıb bunu söyləyirəm. Bu Samir Əliyevdir. Bu fasilədən istifadə edib meydana yenicə daxil olmuş Akşın Qurbanlını yanına çağırır və ona öz tapşırıqlarını verir. Bunu gördük. Məqsəd İsayev ayağa qalxır. Bu isə Roman Qriqorçukdur. O da çox narahatdır. Bir daha komandaların turnir cədvəlindəki mövqeyi ilə sizi tanış etmək istərdim. Hörmətli futbol sevərlər. Neftçi 7 oyuna 9 xal toplayıb və bu göstərici ilə komanda hazırda çempionatımızda 6-cı pillədədir. Qəbələyə gəlincə isə Qəbələnin xal ehtiyatı 16-ya bərabərdir və komanda bir xal Qarabağdan, lider Qarabağdan geri qalmaqla ikinci yerdə gedir. Stankoviç. Ruslan Abışov. İrəliyə uzun bir ötürmə Zinyov istiqamətində dəqiq olmur. Bu arada Məqsəd İsayev meydana daxil olur. Gənc futbolçu bir qədər əvvəl Dodo ilə mübarizə apararkən zədələnmişdi və meydanı tərk etmişdi. Meydandan kənarda ona tibbi yardım göstərilirdi. Və bundan sonra meydana qayıtmağı bacardı Məqsəd İsayev. Komandalar bərabər heyətlə mübarizəni davam edir. Hesab da bərabərdir. 0-0. Neftçi Qəbələ görüşündə qol yoxdur. Görüşdə 70-ci dəqiqə gedir. Kaue. Ötürmədə səhv yol verir. Zinyov. Məqsəd İsayev topu qazanır. Ruslan Qurbanov, Məqsəd İsayev, gözəl ötürmələr. Məqsəd İsayev topu Ruslan Qurbanova qaytarır. Ruslan Qurbanovdan gözəl hərəkətlər. Ruslan Qurbanov irəliləyir və ötürməsini edir, amma bu ötürməyə onun komanda yoldaşı Akşın Qurbanlı çatmır.
Daha doğrusu bu ötürmədən sonra topa Akşin Qurbanlı çata bilmir, amma məqsəd İsayevlə Ruslan Qurbanlı tək başına sağ cinala bir xeyli irəlilədilər. Bir neçə mübarizədən qalib ayrıldılar və hökmdə topu cərimə meydancasına Ruslan Qurbanov göndərə bildi. Amma həmin mövqedə Akşin Qurbanlı olsa da o topa çata bilmədi. Neftçi indi hücumdadır. Ramos. Kavve. Rəhman Hacıyev. Qapıya zərbə uzaq məsafədən. Dəqiq olmur. Aqil Məmmədov indi biz görürük ki, çox qeyri-adi bir reaksiya göstərdi bu topa. Çox istəklidir Neftçi komandasının kapitanı. Mənə də gəlir ki, onun imkanı olsa özü də hücumlarda iştirak edərdi, amma təbii ki, belə riskə yol vermək olmaz. Aqil Məmmədov komandanın qapıçısıdır və onun əsas vəzifəsi qapını qorumaqdır və indi onun qapısında düşünürəm ki, gərgin anlar yaşanacaq. Qəbələnin bu hücumu çox təhlükəli başlandı, amma artıq dəqiq söyləyə bilərik ki, müdafiəçilər geriyə dönərək mövqelərini tutublar, lakin hələ ki, təhlükə sovuşmayıb və yekunda bu hücum qapıya zərbə ilə tamamlanır. Aqil Məmmədov topu tutur və zədəli oyunçunu görüb topu meydandan çıxarır. Bu yenidən məqsəd İsayevdir. Bu arada daha bir oyunçu dəyişikliyi Qəbələdə reallaşacaq. Məhəmməd Mirzəbəyev yığma komandamıza çağrılan daha bir futbolçu indi meydana çıxacaq. Cina müdafiəçisi Ürfan Abbasovu əvəz etməlidir. Nömrə 34 Ürfan Abbasov oyunu tərk edir və qalan vaxtda onu Məhəmməd Mirzəbəyev əvəz etməlidir. Fair play qaydalarına riayət olunur. Qəbələ komandası topu yenidən Neftçiyə qaytarır. Bir qədər əvvəl Məqsəd İsayevin zədələndiyini görən komandanın qapıçısı və hazırda topa sahib olan şəxs Aqil Məmmədov topu meydandan çıxarmışdı və top yenidən ondadır. İrəliyə topu göndərir Rəhman Hacıyeva. Aqil Məmmədov, Rəhman Hacıyev topu qəbul etdi, irəliləyir. Alıcı hərəkətlər, onun qarşısını Aleksey Qay kəsir. Ruslan Qurbanova dəqiq ötürmə edir Rəhman Hacıyev. Ramos, Kavve, Ruslan Qurbanov. Yenidən Kavve, Rəhman Hacıyev. Bir toxunuşlu ötürmələr. Ailton. Jairo Rodriguez. Rahil Məmmədov və out kimin xeyrinə olur? Hakimin işarəsini görürük. Top Neftçidə qalacaq. Məqsəd İsayevdir bu. Topu oyuna outdan məhz o daxil etməlidir. İsayev. Ruslan Qurbanov ikinci hissədə daha fəaldır. Birinci hissədə demək olar ki, biz onu görmürdük. Məqsəd İsayev eyni sözləri onun haqqında da işlədə bilərik, söyləyə bilərik. Amma bu ötürməsi dəqiq alınmır. Halbuki yaxşı düşünülmüş bir ötürmə idi, amma dəqiq olmadı. Maraqlı bir məqam. Ürfan Abbasovun meydandan çıxmasından sonra Arif Daşdəmirov müdafiənin sol cinahına keçir. Ürfan Abbasovu əvəz edən Məhəmməd Mirzəbəyev isə müdafiənin sağ cinahında qərarlaşıb. Qonaq komandanın futbolçuları autu yerinə yetirirlər. Oyunda artıq 75-ci dəqiqə gedir. Neftçi Qəbələ oyununda Bakıxanov qəsəbə stadionunda keçirilən görüşdə, İsmət Qayıbov da Bakıxanov qəsəbə stadionunda keçirilən görüşdə hələ ki hesab açılmayıb. Qeyd edək ki, bu oyundan sonra ənənəmizə sadiq qalaraq dərhal bu görüşdə iştirak edən futbolçuların, eləcə də komandaların məşqçilərinin fikirlərini öyrənməyə çalışacaq. Və indi mən görürəm ki, Samir Əliyev Anyetaya tapşırıq verir, isinmə hərəkətlərinə başlasın. Yəni, son 10 dəqiqə mənə elə gəlir ki, Samir Əliyev risk edib Anyetanı meydana buraxacaq, zədəli futbolçunu, zədəsini elə tam sağalmayan futbolçunu.
Amma nə edək? Samir Əliyev başa düşməyi də lazımdır. Komanda doğma meydanda oynayır. Çempionluq uğrunda əsas rəqiblərindən birini qəbul edir və təbii ki, komandaya bu oyunda qələbə lazımdır. Hələlik isə Qəbələ hücumdadır. Hakimin işarəsi gəlir, Antonovun ötürməsi və müdafiəçilər Jairo Rodriguez, konkret desək bu oyuncu topu meydandan çıxarır. Daha bir Qəbələ üçün şans. Facundo Pereira gedəndən sonra standart vəziyyətləri onun əvəzinə oyuna daxil olan Antonov yerinə yetirir. Amma o da Facundo Pereira kimi elə ki bunu uğursuz edir. Qəbələnin heyətində bir qədər sonra sonuncu dəyişiklik reallaşacaq. Rəşad Sadıqov meydana daxil olacaq. 6 nömrəli təcrübəli futbolçumuz. Və o Samir Zərgərovu əvəz edir. Rəşad Sadıqov meydana daxil olur. Samir Zərgərov isə meydanı tərk edir. Bununla da Roman Qriqorçuk, Qəbələnin Ukraynalı baş məşqçisi, hər üç oyuncu dəyişindən istifadə etmiş olur və qalan vaxt ərzində əgər Qəbələnin heyətində zədələnən və oyunu davam etmək iqtidarında olmayan futbolçu olarsa, onu kimləsə əvəzləyə bilməyəcək Roman Qriqorçuk. Belə ki, hər üç oyuncu dəyişikliyi imkanından istifadə etmiş olur. Jairo Rodriguez topu Neftçi üçün qazanır. Bir xeyli irəlilədikdən sonra Rəhman Hacıyevlə oynayır, amma Rəhman Hacıyevin bu ötürməsi Akşin Qurbanlı istiqamətində dəqiq alınmır. Anyeta meydanın kənarındadır və oyuna daxil olmağa hazırdır. Aleksey Antonov yeri gəlmişkən qeyd edək ki, meydana daxil olmuş futbolçu Qəbələnin heyətində ən məhsuldar futbolçulardan biridir. Belə ki, onun 3 topu var. Qəbələnin ən məhsuldar futbolçusu isə həm də çempionatımızın ən məhsuldar oyuncusudur. Bu Aleksey Qaydev. Onun 4 topu var. Kaue. Akşin Qurbanlı, Ruslan Qurbanov. Rəhman Hacıyev, sol cinah, Aylton. Aldadıcı hərəkətlər, rəqibini keçməyə çalışır. Ötürməsi dəqiq alınmır, amma topu komandası üçün saxlayır. Rəhman Hacıyev. Sol cinahda, boş mövqeydə Kaue'ni gördü. Topu ona dəqiq göndərdi. Kaue aldadıcı hərəkətlərlə gəlmək menajına daxil olur. Aylton'la oynayır. Aylton'un qapı qarşısında ötürməsi son anda Arif Daşdəmirov topu uzaqlaşdırır. Əks təqdirdə hücuma qoşulan Məqsəd İsayev artıq qapıya zərbə vuracaqdır. Qayda pozulur Dodo'ya qarşı bu epizodda Aylton tərəfindən və Anyeta indi meydana daxil olacaq. Hakim Rəhim Həsənov oyuncu dəyişini həyata keçirməyə icazə verir. Anyeta meydana daxil olur. 20 nömrəli futbolçu Salas Quinta Antonio, qısaca Anyeta 17 nömrəli futbolçu Rəhman Hacıyev əvəz edir. Anyeta girər-girməz mübarizəyə qoşulur, amma burada topu qazanmaq onda alınmır. Amma Bizatosu da burada ondan gözlənilən oyunu nümayiş etdirmir. Ukraynalı təcrübəli qalkiper çox səliqəsiz oynayır burada. Lakin hər şey onun üçün və Qəbələ üçün bu epizodda yaxşı yekunlaşır. Hakim bildirir ki, out Qəbələ futbolçuları deyil, Neftçi komandasının oyuncuları yerinə yetirməlidirlər. Kaue, Məqsəd İsayev, Zinyov topu ondan qaydanı pozaraq alır və buna görə də bu hərəkətinə görə Zinyov hakimdən sarı vərəqə hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılır. Qarşısında sarı vərəqə görür Sergey Zinyov. Həm kobud oynayır, həm də hakimin fitindən sonra hakimin qərarına etiraz olaraq topa zərbə indirir və topu meydandan çıxarır
acığını belə bildirir hakimin qərarına Sergey Zinyov. Hakim isə Rəhim Həsənov qaydalara uyğun olaraq buna görə onu cəzalandırır. Hakimin qərarına etiraz etmək olmaz. Heç cür şəkildə. Heç cür şəkildə. Sağ cinala indi Neftçi hücumunu reallaşdırır. Qapıya zərbə olacaq mı? Olur. Vizatosni topu tutur. Zərbəni indirən futbolçu isə Elşən Abdullayev idi. Kaue. Akşın Qurbanlı topa yetişə bilmir. Elvin Camalovla topu Qəbələ qazanır. Anyetanın meydana daxil olmasından sonra söz yox ki, Neftçinin hücumları getdikcə daha da təhlükəli olmağa başlayacaq. Qurbanov gözəl bir şəkildə komanda yoldaşına topu ötürür. Qapıya zərbə indirilir. Bu zərbənin müəllifi Elşən Abdullayev idi. Bir daha bu oyunçunu qeyd etməli. İkinci hissədə meydana daxil oldu və artıq bir neçə dəfə öz oyunuyla diqqəti cəlb edir Elşən Abdullayev. Qəbələnin cavabı necə olacaq? Antonov irəliləyir, yıxılaraq Jairo Rodriguez topu onun ayaqları altından çıxarır. Məhəmməd Mirzəbəyev ona qarşı yox, Rəşad Sadıqova qarşı qayda pozulur. Ölkə çempionatımızın ən təcrübəli futbolçularından biri olan Rəşad Sadıqov demək olar bir çox komandaların şərəfini qoruyub. Və burada hazırda ona qarşı qayda pozuntusu var idi. Qəbələdə çıxışlarını davam etdirir Rəşad Sadıqov. Bu isə Ruslan Abışovdur. Mövsümə Xəzər Lənkəran heyətində başlamalı idi. Keçən mövsüm Qəbələnin şərəfini qoruyurdu, amma məlum səbəblərə görə Lənkəranda oynaya bilmir Ruslan Abışov və yenidən Qəbələyə dönüb və hazırda topun arxasındadır. 2 nəfərdən ibarət canlı sədd qurulub. Ruslan Abışov çox güclü və dəqiq zərbələrə malik olan futbolçudur, amma düşünmürəm ki, buradan topu birbaşa qapıya göndərəcək, amma hər halda gəlin gözləyək. Hakimin işarəsi gəlir, qapı qarşısında ötürmə edilir. Bir anlıq bütün Neftçi və eləcə də Qəbələ azarkeşləri nəfəslərini dərdilər, aldılar, amma sonradan təhlükənin olmadığını görüb rahat şəkildə nəfəs ala bildilər. Bunu Neftçi komandasının azarkeşlərinə şamil edə bilərik. Qəbələ futbolçuların komandasının azarkeşləri isə yəqin ki, artıq qol deməyə hazır idilər, amma həmin hücumdan sonra top ümumən qapıya göndərilmədi. Topa heç kim çatmadı, lakin Ruslan Abışovun cərimə zərbəsindən etdiyi ötürmə etiraf etmək lazımdır ki, çox təhlükəli idi. Antonovla Qəbələnin hücumu davam edir. Oyundan kənar vəziyyət yoxdur. Aleksey Qay yıxılır və hakim əlini cibinə atır. Aleksey Qaya yaxınlaşır. Bu isə o deməlidir ki, burada Rəhim Həsənov qayda pozuntusu olaraq simulyasiya qeydə alır Aleksey Qay tərəfindən və onu sarı vərəqə ilə cəzalandırır. Maraqlı bir fakt, 3 sarı vərəqə göstərilib bu oyunda hakim tərəfindən futbolçulara və hər üç halda deyə bilərik ki, Qəbələ komandasının oyunçuları cəzalanıblar. Aleksey Qay ilə bağlı epizodun təkrarını izlədik və hər halda mənə elə gəlir ki, Aleksey Qay orada həqiqətən də hilə işlətməyə çalışdı. Həmin epizodda Aqil Məmmədov qaydanı pozmamışdı deyə bilərik. %85-ci dəqiqə gedir Neftçi Qəbələ oyununda. Maç getdikcə artıq sona çatmağa yaxınlaşır və bu oyunda elə ki hesab açılmayıb. 8-ci turun maraqla gözlənilən oyunlarından biri, digəri bir qədər sonra CBC Sport telekanalında olacaq. Söhbət Qarabağ Zirə maçından gedir. Həmin oyunda həmkarım Rüstəm Əfsərli çalışacaq ona
uğurlar arzulayırıq və azarkeşlərimizə uğurlar arzulayırıq. Ən əsası onu arzu etmək istərdik ki, həmin görüş daha məhsuldar keçəcək, nəinki bizim oyun. Bizim oyunda elə ki, hesab 0-0, qol yoxdur, sarı vərəqələr var. Bu dəfə Neftçi komandasının futbolçusu sarı vərəqə ilə cəzalanır. Bu, Neftçinin heyətində ilk sarı vərəqə olur və bu sarı vərəqəni qarşısında görən oyuncu Məqsəd İsayev olur. Cəlmə zərbəsini yerinə yetirəcək Qəbələ. Qapıya kifayət qədər böyük bir məsafə var. Topun arxasında yenidən Ruslan Abışovu görürük. Roman Qriqorçuk indi cərimə zərbəsini yerinə yetirən futbolçulardan birinə və yaxud da digərlərinə nə isə bildirir. Bizə isə hazırda göstərildi ki, sarı vərəqə Məhəmməd Qurbanova təqdim olundu, amma yox. Məhəmməd Qurbanov artıq meydanda yoxdur birinci hissədən sonra. Bu arada bir qədər sonra gəlin Qəbələnin bu hücumunu izləyək. Qapıya zərbə, Aqil Məmmədov topu tutur. Məhəmməd Qurbanov 14 nömrəli futbolçu meydanda yoxdur və belə olan halda o təbii ki, sarı vərəqə ala bilməz. Düzəliş edim, hörmətli futbol sevərlər. Məqsəd İsayev Neftçinin heyətində bu oyunda hakim tərəfindən sarı vərəqə ilə cəzalanan ilk futbolçu oldu. Nömrə 27. Qəbələdə isə sarı vərəqə görən futbolçular Elvin Camalov, Sergey Zinyov, Aleksey Qay, bu üç oyuncu. Aleksey Qay sağ cinahının ötürməsi dəqiq alınmır. Ramos yıxılaraq rəqibdən topu almağa çalışır. Top uğrunda mübarizə davam edir. Kim bu mübarizədən qalib ayrılacaq? Hər iki komandanın üzvləri indi ötürmələrdə səhv yol verir, amma Antonovun bu zərbəsi çox təhlükəli alındı. Aqil Məmmədov böyük çətinlik çəkərək bu topu qaytardı. Antonovsa bu zərbədən sonra bu zərbəyə reaksiyasını bildirərək, bu epizoda reaksiyasını bildirərək iki əli ilə başını tutdu. Necə oldu ki, həmin top qapıdan keçmədi? Neftçinin buna cavabı necə olacaq? İzləyirik, sol cina uzun bir ötürmə. Akşin Qurbanlı topa yetişir. Onun qarşısını Məhəmməd Mirzəbəyev alır və Məhəmməd Mirzəbəyev topu qazanır. Aleksey Qay hazırda top ondadır. Rəşad Sadıxov sağ cinaha. Dodo irəliyir. Dodo Ayıltına qarşı mübarizə aparır. Dodo ötürmə etmək istədi. Cərimə meydançasında alınmadı, amma burada Məhəmməd Mirzəbəyevə qarşı Akşin Qurbanlı qaydanı pozur. Akşin Qurbanlı etiraz etsə də epizodun təkrarında açıq-aşkar görürük ki, topa deyil, rəqibin ayağına zərbə indirmişdi Akşin Qurbanlı. Yenidən Ruslan Abışov. Bir qədər əvvəlki epizodda olduğu kimi demək olar ki, elə mövqe də eynidir. Yenidən o cərimə zərbəsini yerinə yetirməlidir. İlk cəhdi bu mövqedən, bu nöqtədən çox təhlükəli alınmışdı. Görək ikinci cəhdi necə olacaq? Bu dəfə də ötürmə etmək qərarı verəcək Ruslan Abışov, yoxsa qapıya birbaşa zərbə vurmaq istəyəcək? Hakimin işarəsi gəlir. Ruslan Abışov qapıya zərbəyə bənzədi bu. Gərgin anlar yaşanır. Neftçinin qapısı qarşısında da top qapıya daxil olur. Gol, 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 gol! Antonov! Oyunun əsas vaxtının bitməsinə 1 dəqiqə qalmış. Bu oyunda hesabı açır. Aleksey Antonov ölkə çempionatında 4-cü qolunu vurur və bu göstərici ilə Aleksey Qaya çatır. Bombardierlər siyasına Topaz Premier Ligasında başçılıq edən iki futbolçu, hər ikisi Qəbələni təmsil edir. Neftçi komandası müdafiədə çox səliqəsiz oynadı bu epizodda. Fikir verin, burada nə baş verir? Bir anlıq Antonovu boş bıraktılar və burada
topu qapıdan keçirməyə Antonova heç də və heç kəs mane olmurdu. Baxmayaraq ki, topu Aqil Məmmədova deydi, amma Aqil Məmmədovu qınamaq olmaz. 2-3 metrlik məsafədən rəqib futbolçuya imkan yaradırlar ki, o qapıya zərbə indirsin. Qapıçını burada günahlandırmaq nədən lazımdır? Aqil Məmmədov bugün çox gözəl oyun keçirdi, amma burada mənə elə gəlir ki, komandanın müdafiəçilərinə irad bildirmək lazımdır. Çünki müdafiə olunarkən rəqib komandanın hücumda olan oyuncularını diqqət mərkəzində saxlamaq lazımdır, onların yanında olmaq lazımdır. Lakin Antonovu tək başına buraxdılar və belə olan halda Aleksey Antonov öz sözünü deyərək bu oyunda hesabı açır və bəlkə də Qəbələyə qələbə gətirən topun müəllifi də olur. Artıq əlavə olunan dəqiqələr gedir. Bu oyunda Neftçi Qəbələ görüşündə 90 dəqiqə başa çatıb və əsas vaxtda 3 dəqiqə artırıb görüşüb baş hakimi Rəhim Həsənov Neftçinin məğlubiyyətdən qaçması üçün o qədər də çox vaxtı qalmır. Nəzərə alsaq ki, hücumda Qəbələdir. Vaxt getdikcə tükənir. Jairo Rodriguez. Təbii ki, Neftçi komandasının hər bir üzvü kimi indi çox narazıdır, amma mənə gəlir ki, öncədən öz oyundan narazı qalmaq lazımdır. Sonra nəticədən, belə ki, elə Jairo Rodriguez'ın da həmin buraxılan qolda səhvi yox deyildi. Aleksey Antonovu qapıcı ilə qapı meydançasında üz-üzə buraxdılar. Burada vaxtı uzatmağa çalışırlar indi Qəbələ komandasının futbolçuları və Dodo Qəbələnin heyətində daha bir sarı vərəq alan futbolçu olur. Bu da onun ad gününə hakimdən bir dırnaqarası hədiyyəsi. Bugün Dodo'nun 28 yaşı qeyd olunur, 28 yaşı tamam olur və indi Dodo deyəsən ikinci sarı vərəqəsini alacaq. Rəhim Həsənov köməkçisi ilə məsləhətləşir. Qaydanın pozulmadığını burada köməkçisi baş hakimə bildirir. Qaydanın pozulmadığını bildirir. Ramos nədən bu vaxtı uzatmağa çalışdı? Bu da məndə şəxsən sual doğurur. Axı Neftçi məğlub durumda da ayağa qalxıb mübarizəni tez bir zamanda davam etmək lazımdır. Sarı vərəqəni görən Aleksey Antonov olmur, Dodo olur. Bunu da düzəliş edim sizə bildirim. 10 nömrəli futbolçu Luis Hilario Dodo sarı vərəqə qazandı. Antonov deyil. Halbuki bir-birlərinin yanındaydılar, amma qaydanı pozan Dodo idi. Və budur Rəhim Həsənov. Bu oyunun baş hakimi final fiti səsləndirir. Aleksey Antonovun 89